Müəllimləri ekran paylaşımı eləmişəm, görünür sizdə. Bəli, görsənir. Hə, lap yaxşı. Onda başlayaq dərsimizə. Deməli, bugün mən genetikanın ardına davam edirik. Biz keçən dərsdə Mendelin birinci qanunu, Mendelin ikinci və üçüncü qanunu haqqında sizə məlumat verdim. Və bugün geridə qalan, yəni nələrə ki toxunmamışıq, onlar barəsində məlumat vermək istəyirəm. İlk növbədə müəllimlər, mikrofonları bağlayaq zəhmət olmasa, ilişikli irsiyyətə qədər bugün keçmə fikrim var. Az-az keçirəm ki, tam mənimsəyə bilək. Zəhmət olmasa, mən dedikcə qeyd... Axşamınız xeyir, axşamınız xeyir müəllimə. Demək müəllimlər, keçən dərsimizdə biz Mendelin birinci qanunu ilə tanış olduq, eyni şəkillilik qanunu ilə, yəni dominantlıq qanunu və biz eyni zamanda burada həm birinci, həm Mendelin ikinci qanununda monohibrid, deməli, monohibrid çarpazlaşmaya toxunduq. Monohibrid, dihibrid, polihibrid çarpazlaşmalar nədir? Yəni, bunlar barədə artıq məlumat vermişik. Müəllimlər, deməli, bir də üstündən keçək. Biz qeyd etdik ki, ümumiyyətlə, genetika məsələlərinin, əksəriyyət genetika məsələlərini işləmək üçün birinci növbədə yadımızda qalsın ki, monohibrid çarpazlaşmanı daha gözəl bilməliyik. Əgər monohibrid çarpazlaşmanı tam dərk eləsək, onda dihibrid, polihibrid və yəni istənilən genetika məsələsini həll etmək rahat olar. İndi baxın, əgər yadınızdadırsa mən belə bir şey dedik ki, A sarı rəngi göstərirdi, böyük A sarı rəngi, kiçik A isə yaşıl rəngi göstərirdi. Və biz qeyd etdik ki, Mendel nədir? Deməli, monohibrid çarpazlaşma zamanı birinci sarı noxudlarla yaşıl noxudları çarpazlaşdırdı, yəni homozigot formaları. Homozigot olduqlarına görə bunlardan bir tip qamet aldı və bu qametlər birləşərək F1 nəslində hamısı sarı rəngdə meydana çıxdı. Bu zaman Mendel nədən istifadə etdi? Çarpaz tozlanmadan istifadə etdi. Növbəti neynədi alim? F1 nəslində alınan bu sarı noxudları götürdü, özləri ilə çarpazlaşdırdı. Deməli, müəllimlər, biz qeyd etdik ki, monohibrid çarpazlaşma zamanı F1 nəslində alınan heterozigot sarı noxudlar, görürsünüz, heterozigotdur. Hetero, yəni müxtəlif, böyük ya, kiçik ya, böyük ya, kiçik ya, özləri ilə çarpazlaşdırdı. Və çarpazlaşma zamanı monohibrid çarpazlaşmada nə aldıq? Bir dənə böyük ya, iki dənə böyük ya, kiçik ya, bir dənə kiçik ya. İndi baxın müəllimlər, bir qoyub yazırıq. Əgər sizdən soruşsalar ki, bax bu monohibrid çarpazlaşma zamanı fərqlər, yəni götürülən parentali valideynlər bir-birindən neçə əlamətinə görə fərqlənir, deyəcək bir əlamətə görə. Hansı əlamət? Toxumun rəng əlaməti. Toxumun rəng əlamətinin neçə alternativ forması var? 2. Sarı, yaşıl. Amma burada hər iki fərdin, həm erkək, həm dişi fərdin ikisi də sarıdır. Özdə necə sarıdır? Heterozigot sarıdır. Baxın, alınan fərdlərin 3-ü olacaqdır sarı, alınan fərdlərin 3-ü olacaq sarı, 1-i olacaq yaşıl. Deməli, fenotip cəhətdən biz qeyd etdik ki, burada neçə fenotip var? 1 sarı, 1 yaşıl, 2 fenotip var. Fenotipə görə parçalanma nisbətini nə götürdük? 2, bu da 1. 3-ün 1-ə nisbəti 3 sarı, 1 yaşıl. Genotipi nə götürdük? Genotip sayını nə götürdük? Bir dənə böyük ya, iki dənə böyük ya, kiçik ya, bir dənə kiçik ya. Say olaraq 3 genotip. Genotipə görə parçalanma nisbətini soruşsa, 1-in 2-yə, 2-nin 1-ə nisbəti. Bir dənə böyük ya, iki dənə böyük ya, kiçik ya, bir dənə kiçik ya. İndi baxın müəllimlər, burada bizdən testlərdən nə istəyə bilər, nə soruşula bilər. Bir qoyub zəhmət olmasa yazırıq və yaxud da dərsə qulaq asanda əgər çatdıra bilməsəz, orada əlavə eləyərsiniz. Məsəl üçün, bunların içində sizdən nə soruşula bilər? Bir dəqiqə üzürlü sayın. Bunların içində bizdən nə soruşula bilər müəllimlər? Bizdən soruşula bilər ki, baxın, deməli, bir dənə böyük ya, iki dənə böyük ya, kiçik ya, bir dənə kiçik ya.
Soruşa bilər ki bizdən, soruşa bilər ki, əmələ gələn ümumi fərdlərin, müəllimlər, burada ümumi neçə dənə fərd əmələ gəlib? 4 dənə. Yəni, bir dənə böyüyə böyüyə, 2 dənə böyüyə kiçiyə, bir dənə də kiçiyə kiçiyə. 4 dənə nəsil, 4 fərd əmələ gəlib. Bir qoyub yazırıq. Əmələ gələn ümumi fərdlərin hansı hissəsi homoziqotdur? Deməli, əmələ gələn ümumi fərdlərin hansı hissəsi nədir? Homoziqotdur. Homoziqot. Ümumi fərdlər neçə dənədir? 4 dənə. Bu ümumi fərdin hansı hissəsi homoziqotdur? Baxın, biri bu, biri də bu. Bir dənə böyüyə böyüyədir homoziqot olan, bir dənə də kiçiyə kiçiyədir homoziqot olan. Deməli, 4-dən neçəsi? 4-dən 2-si. Bunu da ixtisar aparsaq deyəcəyik ki, 2-dən 1-i. Əmələ gələn fərdlərin 2-dən 1-i, yəni ümumi fərdlərin 2-dən 1-i homoziqotdur. Və yaxud da bizdən nə soruşa bilər? Əmələ gələn ümumi fərdlərin hansı hissəsi homoziqot dominantdır? Baxın, ikinci. Əmələ gələn ümumi fərdlərin hansı hissəsi homoziqot dominantdır? Bayaq dominant resessiv demirdi. Amma indi homoziqot dominantı soruşur. Yalnız hansı hissəsi? 4-dən 1-i. Yəni böyüyə böyüyə. 4-dən 1-i nədir? Homoziqot dominantdır. Və yaxud da sizə deyə bilər. Üçüncü qoyub yazırıq. Əmələ gələn ümumi fərdlərin hansı hissəsi resessiv homoziqotdur? Hansı hissədir resessiv homoziqot? Bir dənə kiçiyə kiçiyə, yəni 4-dən 1-i homoziqot, resessiv homoziqotdur. Və yaxud da sizdən soruşa bilər, əmələ gələn ümumi fərdlərin hansı hissəsi heteroziqotdur? Deməli, 4-cü qoyub yazırıq. Əmələ gələn ümumi nəslin və yaxud da əmələ gələn ümumi fərdlərin hansı hissəsi nədir? Deməli, 4-cü. Əmələ gələn ümumi fərdlərin hansı hissəsi heteroziqotdur? 2 dənəsi heteroziqotdur. Yəni 4-də 2-si, 4-dən 2-ni də ixtisar eləyəndə nə düşəcək? 2-də 1-i və yaxud da daha doğrusu deyə bilərik 50%. Faizlə də desə 1-i bölürük 2-yə. 50% nədir? Heteroziqotdur. Və yaxud da 5-ci bizə nə deyə bilər? Əmələ gələn, deməli, və yaxud da deyə bilər ki, əmələ gələn ümumi fərdlərin hansı hissəsi dominant genotiplidir? Baxın, əmələ gələn ümumi fərdlərin hansı hissəsi dominant genotiplidir? Dominant hansıdır? Bir dənə böyüyə böyüyə, 2 dənə böyüyə kiçiyə, deməli 3-ü. Deyəcəyik ki, 4-də 3-ü. 4-də 3-ü nədir? Dominant genotiplidir. Və yaxud da 6 qoyub yazırıq. Soruşa bilər, əmələ gələn ümumi fərdlərin hansı hissəsi resessiv genotiplidir? Hansı hissəsi? Bircə hissəsi. Bir dənə kiçiyə kiçiyə deyəcəyik 4-də 1 hissəsi nədir? Resessiv, deməli, üzr istəyirəm, yəni resessiv bəli genotiplidir. Bayaq dominant genotipli, indi resessiv genotipli. Və yaxud da müəllimlər, belə bir 7 qoyaq yazaq, belə bir sual verə bilərlər sizə. Məsəl üçün deyə bilərlər ki, bayaqdan yazdırdıqlarımda, danışdıqlarımda ümumi nəslin deyirdim. Yəni bu 4-dən neçəsi soruşurdum. Amma indi baxın, belə deyə bilər. Əmələ gələn dominant fərdlərin, baxın, əmələ gələn dominant fərdlərin, görürsünüz, yalnız dominant fərdlərin hansı hissəsi homoziqotdur? Baxın, əmələ gələn dominant fərdlər deyəndə söhbət yalnız bunlardan gedir. Hansı hissəsi homoziqot genotiplidir? Yəni artıq 4-ü götürməyəcəksiniz. Bu 3-ündən hansı hissə deyir? Deyəcəksiniz 3-dən 1-i homoziqot genotiplidir. Və yaxud da deyə bilər, əmələ gələn dominant fərdlərin hansı hissəsi heteroziqot genotiplidir? Bundan söhbət gedir. Deyəcəyik 3-də 2 hissəsi. Bax, bu 1, bu da 2. 3 dənə dominant genotip var. Onun 2 hissəsi nədir? Heteroziqot genotiplidir. Bax, bu cür testlər müəllimlər işləyəndə görəcəksiniz ki, monohibrid çarpazlaşma ilə bağlı var.
İndi yeri gəlmişkən, elə bu monohibrid çarpazlaşmadan danışmışkən, gəlin birinci olaraq mən sizə izah eləyim, qeyri-tam dominantlıq nədir? Özdə monohibrid çarpazlaşmada qeyri-tam dominantlıq nədir? İndi baxın müəllimlər. Qoy mən böyük bir, burada bir ağ hissəyə keçək. Demək deyirik ki, monohibrid çarpazlaşma ilə bağlı danışdıq. İndi baxın belə bir şey. Bir var tam dominantlıq, bir də var qeyri-tam dominantlıq. Tam dominantlıq odur ki, biz bu böyük ya kiçik yanı böyük ya kiçik ya ilə çarpazlaşdıranda, burada alınan bir dənə böyük ya, iki dənə böyük ya kiçik ya, bir dənə kiçik ya, dörd dənə fərddən bu üçü sarı olurdu, biri yaşıl olurdu. İndi baxın müəllimlər. Və yaxud da belə bir şey deyim. Tutaq ki, mən götürmüşəm bir dənə bitki, onun qırmızı və ağ çiçəkləri var. Yadımızda qalsın ki, böyük A bildirir qırmızı rəngi, qırmızı, yəni qırmızılıq dominantdır. Lakin kiçik A bildirir ağ rəngi. Yəni ağ rəng, buraya yazaq ağ rəng. Deməli, qırmızı rəng dominant əlamətdir, qırmızı, ağ rəng resessiv əlamətdir. Qırmızı, biz noxud bitkisində keçəndə çiçəkləri qırmızı dedik, dominant, ağ dedik, resessiv. İndi baxın, əgər biz qırmızı və iki qırmızı bitkini çarpazlaşdırsaq, qırmızı bilirik ki, dominantdırsa, deməli, bunlar hər ikisi qırmızı olacaq. Bunları çarpazlaşdırsaq, tam dominantlıq varsa, bu olacaq qırmızı, bu olacaq ağ. Düzdürmü? Bu tam dominantlıqdır. Lakin qeyri-tam dominantlıq ona deyilir ki, yəni qeyri-tam dominantlıq şəraitində başqa adla buna qeyri-tam dominantlıq, natamam dominantlıq və yaxud da irsiyyətin aralıq xarakteri də deyirlər. Baxın, üç cür adı var. Qeyri-tam dominantlıq və yaxud da natamam dominantlıq və yaxud da irsiyyətin aralıq xarakter daşıması deyirlər. Bu nə deməkdir? Bu o deməkdir ki, deyir deməli bu bizim kitablarda gecə çiçəyi bitkisinin üzərində də izah olunur. Eyni zamanda 9-cu sinifin dərsliyində toyuqlar üzərində də bir təcrübə aparılıb, orada da izah olunur. Deməli, nə edirlər, müəllimlər? Necə ki, biz bayaq sarı, yaşıl noxudları götürmüşdük. İndi böyük ya, yəni qırmızı çiçəyi olan gecə çiçəyi bitkisi ilə çarpazlaşdırıblar ağ çiçəyi olan bitkini çarpazlaşdırıblar. Və bunlardan alınıbdır A qaməti, böyük ya, kiçik ya qaməti. Bunu çarpazlaşdırıb F1 nəslində alınan fərdlər, əslində olmalı idi qırmızı, amma nə rəngdə olublar gəlib? Əslində qırmızı olmalı idi. Amma qırmızı olublarmı? Xeyr, qırmızı olmayıblar. Bəli, nə rəngdə olublar? Çəhrayı rəngdə olublar. Bəli. Çəhrayı rəngdə. Bax, buna deyirlər irsiyyətin aralıq. Ya qırmızı deyil, ya ağ deyil. Qırmızı ilə ağın arasında bir rəngi alıb. Çəhrayı rəngi alıb. Yəni, dominantlıq tam olmayıb. Əslində, böyük ya dominant əlaməti idi. Qırmızı olmalı idi. Amma dominantlıq tam olmayıb, qeyri-tam olub, natamam olub, aralıq xarakter daşıyıb, nə ağ olmayıb, baxın müəllimlər. Nə ağ olmayıb, belə götürək. Nə də qırmızı olmayıbdır. Nə rəngi daşıyıb? Sən ki, təsəvvürləyin ki, cəhrayı rəngi daşıyıb. Yəni, nə ağ olmayıb, nə qırmızı. Aralıq xarakter daşıyıb. İndi baxın, bu F1 nəslində alınan bu cəhrayı rəngdə çiçəkləri götürüblər, yenidən özləri ilə çarpazlaşdırıblar. Və çarpazlaşma nəticəsində biz bilirik ki, monohibrid çarpazlaşmada bir dənə böyük ya, iki dənə böyük ya, kiçik ya və bir dənə kiçik ya alınır. İndi baxın necə olacaq. Alınan böyük ya sizcə nə rəng olar? Qırmızı. Kiçik ya nə rəng olar? Ağ. Bəs böyük ya, kiçik ya nə rəng olar? Çəhrayı rəngdə olar, bəli, aralıq xarakter. İndi gördünüz, bayaq biz böyük ya, kiçik yanı sarı götürürdük. Çünki tam dominantlıq idi.
böyük ya harda idisə onu sarı götürürdü, çünki tam dominantlıq idi. Amma dominantlıq qeyri tam olanda, natamam olanda və ya aralıq xarakter daşıyanda onda cəhrai rəngdə olur. Bax, buna deyirlər monohibrid çarpazlaşma zamanı irsiyyətin aralıq xarakter daşıması, qeyri tam olması, natamam olması. İndi baxın, biz bayaq fenotipin sayını yazanda nə yazırdıq? Yazırdıq ki, 3 dənə sarı, 1 dənə yaşıl və götürürdük 2 fenotip. Amma indi burada baxın, bu 1 fenotip, bu 2 fenotip, bu 3 fenotip. Götürəcəyik 3 fenotip. Fenotipə görə parçalanma nisbətini tap deyəndə, bayaq amma noxud toxumlarının rəngində görürdünüz 2 fenotip götürmüşdük, sarı, yaşıl. İndi 3 fenotip. Fenotipə görə parçalanma nisbətini bayaq tam dominantlıqda 3-ün 1-ə nisbəti götürmüşdük. Amma burada nə götürürük? 1 dənə qırmızı, 2 dənə cəhrai və 1 dənə ağ. Burada 1-in 2-yə, 2-nin 1-ə nisbəti götürəcək. İndi keçək fenotipə görə parçalanma, genotipə görə. Birinci genotip sayına baxaq. Genotip burada neçə dənədir? 1 dənə böyüyə, 2 dənə böyüyə, kiçiyə, 1 dənə kiçiyə, 3 dənə. O tam dominantlıqla eyni. Genotipə görə parçalanma nisbətini tapdısa, yenə deyəcəyik 1-in 2-yə, 2-nin 1-ə nisbəti. Deməli, 1 dənə qırmızı, 2 dənə çəhrai, 1 dənə ağ. Amma burada yazsaq nə yazacaq? 1 dənə böyüyə, 2 dənə böyüyə, kiçiyə, 1 dənə kiçiyə. Deməli, buradan belə nəticə çıxır ki, müəllimlər, qeyri-tam dominantlıq şəraitində fenotip sayı genotip sayına bərabər olur. 3 dənə fenotip, 3 dənə genotip. Fenotipə görə parçalanma nisbəti genotipə görə parçalanma nisbəti ilə eyni olur. Ona görə də qeyri-tam dominantlıqda fenotipi də 3 üstü n düsturu ilə tapa bilərik, genotipi də 3 üstü n düsturu ilə tapa bilərsiniz. Bax, 3 üstü n, yəni 3-ün üstü 1. Burada neçə dənə heterozigot var? 1 dənə. 3 üstü 1 nə eləyəcək? Elə 3 eləyəcək. 3 fenotip, 3 üstü 1 ilə 3 eləyəcək. 3 dənə də genotip. Deməli, monohibrid çarpazlaşma zamanı tam dominantlıq olarsa, fenotip sayı 2, fenotipə görə parçalanma nisbəti, gəlin elə buradan ikisini də mən də yazım, siz də yazın. Monohibrid çarpazlaşma zamanı tam və qeyri-tam dominantlıq zamanı fenotip sayı 2 dənə, sarı, yaşıl. Məsələn, toxum üzərində izah eləsək və yaxud da çiçəyin üzərində izah eləsək, qırmızı, ağ çiçək, 2 fenotip. Qeyri-tam dominantlıqda fenotip sayı 3, qırmızı, ağ, çəhrai çiçək. Fenotipə görə parçalanma nisbəti 3-ün 1-ə nisbəti, 3 dənə qırmızı, məsəl üçün 1 dənə ağ. Amma fenotipə görə parçalanma nisbəti qeyri-tam şəraitdə, qeyri-tam dominantlıqda 1-in 2-yə, 2-nin 1-ə nisbəti. 1 qırmızı, 2 çəhrai, 1 ağ. Genotip sayı tam dominantlıqda 3 götürmüşdük, natamam dominantlıqda da 3 götürürük. Genotipə görə parçalanma nisbəti 1-in 2-yə, 2-nin 1-ə nisbəti, burada da 1-in 2-yə, 2-nin 1-ə nisbəti. Deməli, genotipə görə parçalanma, genotip sayı, genotipə görə parçalanma nisbəti istər tam, istər qeyri-tam dominantlıqda dəyişmir, eyni qalır. Və bir də yadımıza salaq ki, qeyri-tam dominantlıqda fenotip sayı genotip sayına, fenotip nisbəti genotip nisbətinə nə olur? Bərabər olur. İlk bir dənə 9-cu sinifin kitabında toyuqlar üzərində aparılan təcrübəni də burada qeyd edeyim. Orada nə verilir? Deməli, A böyük A-nı götürür qara. Biz bilirik ki, qara rəng dominant əlamətdir. Kiçik A-nı da götürür ağ. Bayaq da qeyd etdik ki, ağ rəng resessiv əlamətdir. Nə edir? Qara toyuqları ağ toyuqlarla çarpazlaşdırır. Yəni, belə deyək, qara xoruzu ağ toyuqla çarpazlaşdırır və burada F1 nəslində alınan toyuqlar nə qarı olmur, nə də ağ olmur, mavi rəngdə olur. Mavi. Alınan toyuqlar nə qarı olmur, nə ağ olmur, mavi rəngdə olur, yəni aralıq xarakter daşıyır. Sonra yenidən alınan bu mavi rəngdə toyuqları özlərini özləri ilə çarpazlaşdırdıqda bir dənə böyüyə, 2 dənə böyüyə, kiçiyə, bir dənə kiçiyə alınır. Alınan toyuğun böyüyəsi olacaq qara, böyüyə kiçiyəsi olacaq mavi, kiçiyəsi olacaq ağ. Yəni, həm fenotip cəhətdən, həm də genotip cəhətdən nə olacaq? 1-in 1-ə nisbəti olacaq deyirik. Və
Bu oldu monohibrid çarpazlaşmada nə? Qeyri-tam dominantlıq şəraiti. Keçək monohibriddən sonra gəlirik dihibrid çarpazlaşmada bəs bu proses necə baş verir? Biz yadınızdadsa keçən dərsimizdə dihibrid çarpazlaşmanı sizdən keçdik. Yəni belə deyək də Mendelin 3-cü qanununu, paylanma qanununu izah etdikdə orada dihibrid çarpazlaşmanı keçdik sizdən. Lakin bizim keçən dərs keçdiyimiz tam dominantlıq şəraiti idi. Yəni nə etmişdik? Yenə də baxın. Sarı götürdük. Kiçik yanı da ağ götürdük. Böyük A, böyük A, böyük B, böyük B'ni kiçik A, kiçik A, kiçik B, kiçik B ilə çarpazlaşdırdıq. Bir tip qamet buradan aldıq, birini buradan və F1 nəslində nə aldıq? Böyük A, kiçik A, böyük B, kiçik B. Sarı hamar noxudları aldıq. Düzdürmü? Aldığımız bu sarı hamar noxudları özləri ilə təkrar çarpazlaşdırdıq və rahat şəkildə Punnett cədvəlindən istifadə etməyərək ayrı-ayrılıqda monohibrid çarpazlaşma apararaq bildik ki, neçə dənə bizim fenotip sayımız var, neçə genotip sayımız var, fenotipə görə parçalanma nədir, genotipə görə parçalanma nədir. İndi yaxşı olar ki, bunları bir qeyd edə bilsəz, hamısı bir yerdə olar qeyd edərdiniz. Məsəl üçün, birinci yazırıq ki, dihibrid çarpazlaşma zamanı tam dominantlıq. Yəni, əgər dihibrid çarpazlaşmada tam dominantlıq şəraiti olarsa, yəni keçən dərs keçdiyimizi bir də təkrar deyib, sonra qeyri-tama keçəcəm ki, yaxşı başa düşəsiniz. Dihibrid çarpazlaşma zamanı tam dominantlıq şəraiti. Deməli, nə edirik? Götürülən sarı hamar noxudları özləri ilə çarpazlaşdıran zaman məlum oldu ki, burada neçə fenotip alındı? Deməli, 4 fenotip alındı. Hardan alındı bu fenotiplər? Gəlin baxaq. Ayrı-ayrılıqda monohibrid çarpazlaşma apardıq. Böyük A, kiçik A'nı böyük A, kiçik A çarpazlaşdıranda bir dənə böyük A, böyük A, 2 dənə böyük A, kiçik A, bir dənə kiçik A, kiçik A aldıq. Böyük B, kiçik B'ni böyük B, kiçik B ilə çarpazlaşdıranda bir dənə böyük B, böyük B, 2 dənə böyük B, kiçik B, bir dənə kiçik B, kiçik B aldıq. Və baxdıq ki, müəllimlər burada 3 dənə sarıdır, bir dənə yaşıldır, 3 dənə hamardır, bir dənə qırışıqdır. 2 fenotip burada aldıq, 2 fenotip burada aldıq. 2-ni 2-yə vurduq. Dedik, neçə fenotip var burada? 4 fenotip var burada. Fenotipə görə parçalanma nisbətini tapanda neynədik? 3-ün 1-ə nisbətində buradadır. 3 dənə sarı, bir dənə yaşıl. Və onu vurduq. 3 dənə hamar, bir dənə qırışığa. 3-ün 1-ə nisbətinə. Və bu vurulan zaman neçə aldıq? 9-un 3-ə, 3-ün 3-ə, 3-ün 1-ə nisbəti. 9 dənə sarı hamar, 3 dənə sarı qırışlı, 3 dənə yaşıl hamar, bir dənə yaşıl qırışlı əldə etdik. Fenotip sayını tapmaq üçün neynədik? Baxdıq ki, bir dənə böyük A, böyük A var, bir dənə böyük A, böyük A var, 2 dənə böyük A, kiçik A var və bir dənə kiçik A, kiçik A var. Sonra baxdıq ki, bunu da vurduq ki, bir dənə böyük B var, 2 dənə böyük B, kiçik B var, bir dənə də kiçik B var. Vurduq bir-birinə, nə tapdıq burada? 4-ün 4 dənə 2-yə nisbəti tapdıq, onun da 4 dənə 1-ə nisbətini tapdıq. Və bildik ki, 4 dənəsi hər iki əlamətinə görə heterozigot idi. Böyük A, kiçik A, böyük B, kiçik B. 2-2 yazdığımız bir əlamətinə görə homo, bir əlamətinə görə heterozigot. 4 dənə 1 isə hər iki əlamətinə görə homozigot fərdlər götürüldü. Genotip sayını isə tapanda, yazdıq ki, deməli, 3 genotip burada idi, 3 genotip də burada idi. Neynədik? 3-ü vurduq 3-ə, dedik ki, genotip sayı 9-dur. Bu, dihibrid çarpazlaşma zamanı tam dominantlıq şəraiti idi, müəllimlər. Və yaxud da sadə şəkildə bunları yaza bilərdik ki, məsəl üçün, tutaq ki, sarı hamar noxudlar. Neçə dənədir? Gəlin baxaq. Baxın, sarı hamar deyiriksə, böyük A, böyük B, fikir verin. Bir dənə böyük A idi, yadınızda etsə, bir dənə bu idi və deməli, bir dənə də böyük B idi. Biri 1-ə vuranda bizə nə verəcək? 1. Deməli, bundan bir dənə.
Böyük A, kiçik A, böyük B, kiçik B. Baxın, 2 dənə böyük A, kiçik A idi. 2 dənə böyük A, kiçik A vurulsun. 2 dənə böyük B, kiçik B idi, 2-yə. Bu bizə nə verəcək? Deməli, 4 dənə sarı hamar olacaq bu cür. Sonra yaza bilərik necə? Məsəl üçün, yaza bilərdik. Deməli, tutaq ki, böyük A, böyük A, böyük B, böyük B, böyük A, kiçik A, böyük B, kiçik B və yaxud da belə yaza bilərdik. Böyük A, böyük A, böyük B, kiçik B yaza bilərdik. Yenə də bir dənə böyük A, böyük A, 2 dənə böyük B, kiçik B vurduq bir-birinə, elədi neçə dənə? 3 dənə eləmiş oldu. Və yaxud da müəllimlər götürə bilərdik nə cür? Bax, bu birləri bu qarşılarından götürürəm. Qoy bunu da sona qədər yazaq. Bu da kiçik B, kiçik B. Deməli, böyük A, böyük A, böyük B, böyük B oldu. Böyük A, böyük A, böyük B, kiçik B oldu. Və götürə bilərdik böyük A, kiçik A, böyük B, kiçik B. Məsəl üçün, böyük A, kiçik A, böyük B, böyük B. Böyük A, kiçik A'dan neçə dənədir? Bir dənə. Böyük B, böyük B-dən, üzr istəyirəm, 2 dənə. Bundan bir dənə elədi, 3 dənə. Baxın, 4, 7, 10 dənə. Bunlar deməli cəmi olmalı idi 12 dənə sarı, 11-i də burada. Bir də burada deməli böyük A, kiçik A, böyük B, kiçik B-dən 4 dənə yazdıq. Böyük A, kiçik A, böyük B, böyük B-dən burada 2 dənə yazdıq. 2 dənə burada 3 yazmışam çaşıb. Baxın, deməli 4, 7, 8, 9, biri də buradadır 10. Bunlar oldu sarı. Yəni sarı hamarlar. Digərlərini götürəndə, məsəl üçün götürdük, deməli, bir dənə böyük A, böyük A, kiçik B, kiçik B. Baxın, bir dənə böyük A, böyük A'dır, bir dənə kiçik B, kiçik B-dir. Elədir bir dənə. Və yaxud da götürdük, böyük A, kiçik A, deməli, böyük A, böyük A, böyük B, kiçik B götürdük. Və yaxud da götürdük, digərləri kiçik A, kiçik A, böyük B, böyük B və yaxud da kiçik A, kiçik A, böyük B, kiçik B və yaxud da kiçik A, kiçik A, kiçik B, kiçik B. Baxın, əmsal olaraq kiçik A, kiçik A-nın qabağında nə var? 1. Böyük B, böyük B-nin qabağında nə var? 1. Deməli, bundan neçədən olacaq bir dənə? Kiçik A, kiçik A-nın qabağında nə var? 1. Böyük B, kiçik B-nin qabağında nə var? 2. Bundan neçədən olacaq? 2 dənə. Bunların da hərəsindən neçədən olacaq? 1 dənə olacaq. Deməli, genotipə görə parçalanma nisbətini rahat şəkildə 4-ün 4 dənə 2-yə nisbəti, onun da 4 dənə 1-ə nisbəti şəklində neynədik? Tapdıq. 4 dənə olan nə oldu? Böyük A, kiçik A, böyük B, kiçik B, hər iki əlamətinə görə heterozigot. Bu, böyük A, böyük A, böyük B, kiçik B, bir əlamətinə görə homo, bir əlamətinə görə heterozigot. Və yaxud da böyük A, kiçik A, böyük B, böyük B, baxın bir əlaməti homo, biri hetero, kiçik A, kiçik A, böyük B, kiçik B, baxın, bir əlamətinə görə homo, digər əlamətinə görə hetero və yaxud da böyük A, kiçik A, kiçik B, kiçik B. Bu bir-bir olanlar isə hər iki əlamətinə görə homozigot olanlar oldu. Məsəl üçün, gəlin baxaq. Kiçik A, kiçik A, kiçik B, kiçik B, böyük A, böyük A, kiçik B, kiçik B, böyük A, böyük A, böyük B, böyük B və yaxud da kiçik A, kiçik A, böyük B, böyük B. Baxın, hər iki əlamətinə görə həm rəng, həm də form əlamətinə görə homozigot olan formalar oldu. Ona görə də müəllimlər, ona görə də biz yazırıq ki, dihibrid çarpazlaşma zamanı tam dominatlıq. Genotip sayı, üzr istəyirəm, birinci fenotipi yazaq. Deməli, fenotip sayını nə götürdük? Neçə dənə fenotip oldu? 4 dənə. Sarı hamar, sarı qırışlı, yaşıl hamar, yaşıl qırışlı. Fenotipə görə parçalanma nisbətini nə götürdük? 9-un 2 dənə 3-ə, bir dənə 1-ə nisbəti. 9 dənə sarı hamar, 3 dənə sarı qırışlı, 3 dənə yaşıl hamar, bir dənə yaşıl qırışlı. Genotip sayı götürdük 9. Genotipə görə parçalanma nisbətini götürdük 4-ün 4 dənə 2-yə nisbəti. Onun da 4 dənə nəyə nisbəti? 1-ə nisbəti götürdük. Gəlin bu bir dənə bunları da yazaq rahat şəkildə. Məsəl üçün müəllimlər, baxın deyirəm ki 9 dənə sarı hamar. Gəlin bu 9 sarı hamarı yazaq. 9 sarı hamar olması üçün burada həm böyük A olmalıdır, həm böyük B olmalıdır. Böyük A, böyük A, böyük B, böyük B. Bax bir dənə bu sarı hamar.
Böyük A, böyük A, böyük B, kiçik B. 2 dənə bu. Çünki böyük A, böyük A-nın qabağında əmsal 1-dir. Böyük B, kiçik B-nin də qabağında əmsal 2-dir. 2-ni buraya vurdum 2. Sonra gəlin belə götürək. Böyük A, kiçik A, böyük B, kiçik B. 2, 2, 2 dəfə 2, 4 dənə bundan. Sonra böyük A, kiçik A, böyük B, böyük B götürək. 2 dənə bundan. Oldu 9. Baxın 9 dənə 4, 6, 7, 8, 9 dənə nə oldu? 9 dənə oldu sarı hamar. Bu sarı hamarların içində bir dənəsi hər iki əlamətinə görə homozigot oldu. 4 dənəsi hər iki əlamətinə görə heterozigot oldu. 4 dənəsi də bir əlamətinə görə homo və bir əlamətinə görə də heterozigot fərqlər oldu. 3 dənə dedik ki, sarı qırışlı. Baxaq, sarı qırışlı olması üçün böyük A olmalıdır və bir də kiçik B olmalıdır. Böyük A, böyük A, kiçik B, kiçik B, bir dənə bundan. Böyük A, kiçik A, kiçik B, kiçik B, 2 dənə də bundan. Oldu 3 dənə nə? Sarı qırışlı. Onun biri hər iki əlamətinə görə homozigot, biri də bir əlamətinə görə hetero və ya bir əlamətinə görə homozigot. 9-un 3-ə, 3-ün 3-ə. 3 dənəsi yaşıl hamar. Yaşıl hamar olması üçün yaşıl kiçik A və böyük B olmalıdır. Bir dəfə kiçik A, böyük B, böyük B. Bir dəfə də kiçik A, böyük B, kiçik B. Baxın, bir dənə bundan, 2 dənə də bundan. Cəmi 3 dənə nə oldu? Yaşıl hamar. Onun biri hər iki əlamətinə görə homozigot, biri də bir əlamətinə görə homozigot və ya bir əlamətinə görə heterozigot. Qaldı 1, o bir də nə idi? Yaşıl qırışlı. Yaşıl qırışlı da hər ikisi resessiv əlaməti olduğuna görə onu bir cür yaza bilərik. Bir dənə yaşıl. Keçdi bu tərəfə. Necə müəllimə? Keçdim belə. Deyək yazırdım. Hə, buyurun müəllimə. Hə, bunu mu? Baxın. Bəli, yaşıl hamar, 3 dənə yaşıl hamar. Biri kiçik A, böyük B, böyük B. İkisi kiçik A, böyük B, kiçik B. 3 dənə yaşıl hamar. Və bir dənə də yaşıl qırışlı. Bəli, yazdım. Aha. Bax müəllimlər, bu nə oldu? Tam dominantlıq oldu. Bunu bildik. İndi baxın, bununla bağlı sizə suallar verilsə, məsəl üçün baxın, bir qoyub yazırıq. Məsəl üçün sizə desələr ki, məsəl üçün deyilsin ki, tam dominantlıq şəraitində dihibrid çarpazlaşma zamanı, tam dominantlıq şəraitində dihibrid çarpazlaşma zamanı hər iki əlamətinə görə heterozigot dominant fərdlər, hər iki əlamətinə görə, heterozigot dominant fərd. Hər iki əlamətinə görə heterozigot dominantı belə yazırlar. Baxın, hər ikisi heterozigot dominant, düzdürmü? 2 bu, 2 də bu. Nə elədi? 4 dənə. Deməli, 4 dənə sarı hamar hər iki əlamətinə görə heterozigot dominant olacaq. Və yaxud da ikinci soruşa bilər ki, bir əlamətinə görə heterozigot dominant. Deyər ki, bir əlamətinə görə heterozigot dominant. Bir əlamətinə görə heterozigot dominant deyəndə aydın məsələdir ki, bir əlamətinə görə heterozigot. Deməli, onda belə götürəcəyik də. Baxın, məsəl üçün, böyük A, böyük B, kiçik B. Görürsünüz, bir əlamətinə görə heterozigotdur. Və yaxud da böyük A, kiçik A, böyük B, böyük B. Bir əlamətinə görə heterozigotdur. Və yaxud da kiçik A, böyük B, kiçik B. Bir əlamətinə görə heterozigotdur. Və yaxud da deyə bilər, kiçik A, kiçik B, böyük A, kiçik B, kiçik B. Bir əlamətinə görə. Bax, burada 1 vurulsun 2. Deməli, 2 dənəsi bu. Burada 2 vurulsun 1, 2 dənəsi bu. 1 vurulsun 2, 2 dənəsi bu. Burada da 2 vurulsun 1, 2 dənəsi də bu. Cəmi neçə dənəsi? 8 dənəsi nə olacaq dedik? 8 dənəsi bir əlamətinə görə homozigot və yaxud da bir əlamətinə görə heterozigot. Bax, bir əlamətinə görə heterozigotu da 8 götürəcəksiniz, 16 da 8. Bir əlamətinə görə heterozigotu da, homozigotu da, hər ikisini. Çünki baxın, birinə görə homodur, o birisinə görə heterodur. Fikir verin, bu cür. Və yaxud da üçüncü nə soruşa bilər sizdən? Üçüncü sual verə bilər ki, hər iki əlamətinə görə homozigotlar. Hər iki əlamətinə görə homozigot deyəndə böyük A, böyük B götürəcəksiniz. Və yaxud da kiçik A, kiçik B götürəcəksiniz.
və yaxud da böyük A, böyük A, kiçik B, kiçik B və yaxud da kiçik A, kiçik A, böyük B, böyük B. Baxın, bunun da qabağında əmsallar 1 olduğuna görə hərəsindən nə düşəcək? 1 düşəcək. Baxın, 1 vur 1, 1 vur 1. Yəni, bir dənə bundan, bir dənə bundan, bir dənə bundan, bir dənə də bundan. Cəmi neçə dənə olacaqdı, müəllimlər? 4 dənə. Deməli, 4 dənəsi hər iki əlamətinə görə heterozigot, 4 dənəsi hər iki əlamətinə görə homozigot, 8 dənəsi birinə görə hetero, birinə görə homo. Yəni, alınan nəslin 16-dan 4-ü, 16-dan 8-i, 16-dan 4-ü. Bunu da təbii ki, ixtisar apararaq ixtisarla deyəcəksiniz ki, bu qədər. Və yaxud da 16-da 4 deyəndə tutaq ki, görürsünüz, məsələn, faizlə soruşa bilər. 16-da 4-ü ixtisar eləsək, burada 4-də 1, yəni 25%, məsəl üçün. 1-i bölürsünüz 4-ə, 25% götürəcəksiniz. Aydındır, müəllimlər? Bax, bu cür. Yəni, görürsünüz, Penet cədvəli qurmadan bunları tapmaq rahatdır. Və yaxud da belə bir şey deyim, məsəl üçün, desək ki, tutaq ki, belə bir şey desək ki, iki dietrozigot fərdin çarpazlaşması zamanı alınan sarı noxudların hansı hissəsi deməli, hər iki əlamətinə görə heterozigotdur. Baxın, alınan sarı noxudların, biz bilirik ki, cəmi neçə dənə sarı, bu 16-nın neçəsi sarı noxud idi? Yadınızdadır, keçən dərs demişdik 12-si. Niyə 12-si? Baxın, məsəl üçün, tutaq ki, bunları biz çarpazlaşdıran zaman, əgər yadınızdadırsa, biz bunları bu cür çarpazlaşdıranda sarılar hansına demişdik? Fikir verin. Deməli, böyük A, böyük A, böyük B, böyük B. Bax, bir sarı burada. Sonra demişdik, böyük A, böyük A, böyük B, kiçik B. İki dənə sarı burada. Düzdürmü? Sonra bir dənə böyük A, böyük A, kiçik B, kiçik B. Bax, bu da sarıdır. Sonra deməli, iki dənə böyük A, kiçik A, böyük B, böyük B. 4 dənə böyük A, kiçik A, böyük B, kiçik B. 2 dənə böyük A, kiçik A, kiçik B, kiçik B. İndi baxın, müəllimlər. 1, 2, bu da 1. 4, 6, 10, 12. Burada cəmi 12 dənə sarı var. Amma o 12 dənə sarının içində düzdür, sarı hamar da var, sarı qırışlı da var. İndi sual verilsə ki, deməli, ümumi alınan sarı noxudların hansı hissəsi heterozigot genotiplidir? Hər iki əlamətinə görə heterozigot genotiplidir. Baxın, onda nə götürəcəksiniz? Hər iki əlaməti onda olacaq 12-də 4-dür. Yəni, demək istəyirəm ki, sizə baxır sualı necə verir? Əgər sizə ümumi noxudların hansı hissəsi hər iki əlamətinə görə heterozigot isə 16-da 4 götürəcəksiniz. Amma sarı noxudların hansı hissəsi hər iki əlamətinə görə heterozigot desə, artıq 12-də 4 götürəcəksiniz. Çünki sarı deyirsə, 16 hamısını götürməyəcəksiniz. Yaşılı çıxacaqsınız, sarı noxudların 4 dənəsi. Və yaxud da sarı noxudların hansı hissəsi bir əlamətinə görə homozigotdur, hər iki əlamətinə görə homozigotdur, 12-də biri hər iki əlamətinə görə homozigotdur. Alınan sarı noxudların hansı hissəsi bir əlamətinə görə heterozigotdur? Yox, 12-də biri yox, 12-də ikisi müəllimlər deyil, bu da var burada. 12-də ikisi. Desək ki, alınan sarı noxudların hansı hissəsi bir əlamətinə görə homo, bir əlamətinə görə heterodur? Bax, 2 burada, 2 burada, 2 burada. 12-də 4-dür. Bir əlamətinə görə homozigotdur, digər əlamətinə görə isə nə götürürük? Heterozigot götürürük. İndi müəllimlər, bugünkü dərsimiz nədir? Yəni, bu bizim keçən dərsdən olanlar idi. Yadımıza saldıq ki, indi bu dəfə izah etdiyimi başa düşə biləsiniz. Bax, mənim bu dediyim dihibrid çarpazlaşmada tam dominatlıq şəraiti idi. Bəs yaxşı, dihibrid çarpazlaşmada qeyri tam dominatlıq şəraitində fenotip və genotip nisbəti və sayı nəyə bərabər olacaq? Monohibrid çarpazlaşmanı bildik. Bəs tam dihibrid çarpazlaşmada necə olur? İndi baxın, belə bir şey yazaq. Dihibrid çarpazlaşma zamanı bir əlamətə görə natamam dominatlıq olarsa, bax yazırıq, ortadan başlıq yazın zəhmət olmasa, dihibrid çarpazlaşma zamanı bir əlamətə görə natamam dominatlıq. Görürsünüz, deyirəm, bir əlamətə görə natamam dominatlıq. İndi baxın, tutaq ki, böyük A, kiçik A, böyük B, kiçik B-ni çarpazlaşdırmışıq. Böyük A, kiçik A, böyük B, kiçik B ilə. İndi baxın, müəllimlər, burada necə olacaq?
Bax, götürdüyümüz bir. Məsələn, tutaq ki, bunu götürək natamam dominatlıq, bunu götürək tam dominatlıq. Bax, natamam tam. İndi bu nə deməkdir? Məsəl üçün, elə bir çiçək götürək. Sizin Güvən nəşriyyatda da, yəni bunu bu cür izah eləyiblər. Orada baxa bilərsiniz, qaranlıq qalsa. İndi baxın, tutaq ki, rəngə görə götürək. Böyük A-nı götürdük, qırmızı. Kiçik A-nı götürdük, ağ. Götürdük ağ, düzdürmü? Deməli, onda belə çıxır ki, burada ayrı-ayrılıqda mono-1 çarpazlaşma aparsaq biz, bir dənə böyük A, böyük A, iki dənə böyük A, kiçik A, bir dənə kiçik A, kiçik A. Deyəcəyik ki, bu qırmızıdır, bu ağdır, bu isə çəhrayıdır. Baxın, çünki yazmışam rəngə görə N, natamam dominatlıq var. Amma formaya görə tam dominatlıq var. İndi formaya görə çarpazlaşma aparsaq, onda belə alacağıq. Bir dənə böyük B, böyük B, iki dənə böyük B, kiçik B, bir dənə kiçik B, kiçik B. Burada artıq böyük B-ni götürəcəyik iri, yəni iri çiçəkləri olan bitki mənasında. Kiçik B-ni götürəcəyik kiçik çiçəkləri olan. Amma burada görürsünüz artıq o sarı yaşıldağ kimi tam dominatlıq mövcuddur. Yəni burada 3 hissə götürəcəyik iri, bir hissə götürəcəyik kiçik. Görürsünüz, necə yazdım başlığı? Dedim, dihibrid çarpazlaşma zamanı bir əlamətinə görə qeyri tam dominatlıq. Yəni, yalnız çiçəyin rəng əlamətinə görə qeyri tam dominatlıq var. Form əlamətinə görə tam dominantlıqdır. Çünki görürsünüz, 3-ün 1-ə nisbətində alındı. Böyük B, böyük B-ni də iri götürdük. Böyük B, kiçik B-ni də iri götürdük. İndi görün, burada artıq fərqli bir şey alacağıq. Nə alasıyıq? Gəlin, baxaq burada həm fenotipə görə parçalanmanı, həm fenotip sayını, həm genotipə görə parçalanma, həm də genotip sayı görə bayaqki tam dominantlıqla eynidirmi, yoxsa eyni deyilmi? İndi baxın, müəllimlər, nə cür olacaq? Burada bir çarpazlaşma aparan zaman aydın məsələdir ki, məsəl üçün tutaq ki, bax, burada böyük A qırmızıdır. Böyük A, kiçik A çəhrayıdır, kiçik A, kiçik A ağdır. Burada neçə fenotip var? 3 fenotip var. Deməli, 3-ü burada. İndi keçirəm bura. Burada neçə fenotip var? 2 dənə. B-lər iridir, kiçik B-lər də kiçikdir. Və 2 fenotip. Deməli, fenotip sayını tapmaq üçün 3-ü vuracaq 2-yə, deyəcəyik 6 fenotip. Amma bayaq tam dominantlıqda 4 fenotip idi. Sarı hamar, sarı qırışıq, yaşıl hamar, yaşıl qırışıq. Bunu belə tapdıq. Əgər burada da tam dominantlıq olsaydı, deyəsiydik ki, burada da 4 dənə olacaq. Yəni, ya qırmızı iri, ya qırmızı kiçik, ya ağ iri, ya ağ kiçik olmalı idi. Amma görürsünüz, qeyri tam dominantlıqda artıq burada çəhrayı da olduğuna görə, çəhrayı iri, çəhrayı kiçik olduğuna görə fenotip sayı 6 oldu. Bəs fenotipə görə parçalanma nisbətini necə tapaq? Fenotip sayını bildik. Fenotipə görə parçalanma nisbətini necə tapacaqsınız, müəllimlər? Baxın, bayaq demişdik ki, birincidə, bax, bura fikir versəz görərsiniz ki, birinci yazılanda fenotipə görə parçalanma nə cürdür? 1-in 2-yə, 2-nin də 1-ə nisbəti. Niyə görə? Çünki bir dənə qırmızı, 2 dənə çəhrayı, bir dənə ağ. Bəs ikincində necə olacaq? Baxın, 3-ün 1-ə nisbəti. Yəni, 3 dənə iri, bir dənə kiçik. 3 dənə iri, bir dənə kiçik. İndi vururuq yenə bunları bir-birinə, mötərizəni çiz. Bax, bu biri vurursuz bu 3-ə, eləyəcək 3. Bu biri vurursuz bu 1-ə, eləyəcək 1. Sonra bu 2-ni vurursuz bu 3-ə, eləyəcək 6. Bu 2-ni bu 1-ə, eləyəcək 2. 1-i 3-ə 3, 3-ü 1-ə 3. İndi bunu səliqə ilə böyükdən kiçiyə doğru yazsaq, yazarıq 6-nın 2 dənə 3-ə nisbəti, 1 dənə 2-yə nisbəti və nə düşəcək burada? Hə, birini yazmamışıq, 1-in 1-ni yazmamışıq, 2 dənə də 1-ə nisbəti. Çünki baxın, 1-i vurduq 3-ə 3, 1-i vurduq 1-ə 1, 2-ni vurduq 3-ə 6, 2-ni vurduq 1-ə 2, 3-ü vurduq 1-ə 3, 1-i vurduq 1-ə 1. Bu nə? Burada oldu 2 dənə 1. Ona görə də 6-nın 2 dənə 3-ə, 1 dənə 2-yə, 2 dənə də 1-ə nisbəti alınacaq. Yəni, burada onda belə çıxır ki, 6 dənə nə alınacaq? Qırmızı iri. Baxın, qırmızı iri. Çünki 1-i vurduq 3-ə. Qoy, mən rəqəm dəyişim. Bax, 1-i vurduq 3-ə. 1 nə idi? Qırmızı. 3 nə idi? İri. 6 dənə qırmızı iri. 1-i vurduq 1-ə. Düzdürmü? Bax, bu 1 alındı. Yəni, bu 3 olan, 2 dənə 3 olan nə idi? Bir dənə ona baxaq əvvəl. Ağ iri, o birisi 3 nə idi? Buradakı
Cəhrai iri. 2 dənə olanı götürdük. Deməli, cəhrai kiçik və bir olanlar nə idi? Ağ kiçik, ağ iri. Hərəsindən oldu nə? 6-nın 3-ə, 3-ün 3-ə, 2-yə, 1-in 1-ə nisbəti. Bu fenotipə görə parçalanma nə zaman baş verdi? Dihibrid çarpazlaşma zamanı bir əlamətə görə natamam dominantlıq şəraitində baş verdi. İndi baxın, yenə də belə deyim. Deməli, bir dənə böyüyə böyüyə, 2 dənə böyüyə kiçiyə, bir dənə kiçiyə kiçiyə. Dedik ki, bu oldu qırmızı, bu oldu çəhrai, bu oldu ağ. Bir dənə böyük B, böyük B, 2 dənə böyük B, kiçik B, bir dənə kiçik B, kiçik B. Bu oldu iri, bu oldu kiçik. Burada artıq tam dominantlıq var. Burada fenotip sayını tapmaq üçün nə elədik? Burada 3 dənə fenotip var, burada 2 dənə. 3'ü vurduq 2'ye dedik. Burada neçə fenotip var? 6 fenotip var. Fenotipə görə parçalanma nisbətini nə cür tapdınız? Fikir verin müəllimlər. Qoy belə də yazım. Baxın, bu böyüyə böyüyanı böyük B, böyük B-yə vurduq. Böyüyə böyüyə, böyük B, böyük B. Böyüyə böyüyanı böyük B, kiçik B-yə vurduq. Qabağındakı əmsalı da nəzərə almaqla. Sonra kiçik B, kiçik B-yə vurduq. Böyüyə böyüyə, kiçik B, kiçik B. Keçək digərinə. 2 dənə böyüyə kiçiyanı böyük B, böyük B-yə vurduq. Böyüyə kiçiyə, böyük B, böyük B. Vurduq buna. 4 dənə böyüyə kiçiyə, böyük B, kiçik B. Buna 2 dənə böyüyə kiçiyə, kiçik B, kiçik B. Keçək 3-cü kiçiyalara. Bir dənə kiçiyə kiçiyə, böyük B, böyük B. 2 dənə kiçiyə kiçiyə, böyük B, kiçik B və bir dənə kiçiyə kiçiyə, kiçik B, kiçik B. İndi gəlin bunlara baxaq. Bu nə olacaq müəllimlər? Qırmızı, bu nə olacaq? İri. Buna baxaq. Deməli, bu olacaq çəhrai iri. Çünki böyüyə kiçiyə natamam dominantlıqdır. Bu olacaq ağ iri. Keçirəm buna. Qırmızı iri. Buna qırmızı kiçik. Buna baxıram. Çəhrai kiçik. Buna baxırıq. Ağ kiçik. Ağ iri. Və buna baxırıq. Çəhrai iri. İndi baxın. Neçə dənəsi çəhrai iridir? Gəl tapaq çəhrai iriləri görək. 6 dənədir mi çəhrai iri? Bax 4 dənə çəhrai iri burada. Sonra deməli çəhrai iri 2 dənəsi də burada. 6-sı. Deməli alınan fərqlərin 6 dənəsi oldu nə? Çəhrai iri. Sonra keçirik nəyə? Qırmızı iri. Bax biri burada, qırmızı irinin biri burada. Sonra qırmızı iri hardadır? Yəni böyük A, böyük A, böyük B, böyük B olanlar. Elə bir dənə, ikisi də burada, baxın. Qırmızı iri. Deməli, oldu, ikisi burada, biri burada. 3 dənə nə oldu? Qırmızı iri oldu 3 dənə. Sonra keçirik nəyə? Qırmızı kiçiyə baxaq. Qırmızı kiçik, yəni böyük A, böyük A, kiçik B, kiçik B. Bir dənə burada. Qırmızı kiçik elə bir dənədir. Bir dənə nə olacaq? Qırmızı kiçik olacaq. Sonra, indi nəyə baxaq? Çəhrai iriyə baxdıq. Çəhrai iriyə bax. Çəhrai kiçiyə baxaq. Baxın, çəhrai kiçik. Burada neçə dənədir? 2 dənə. Deməli, 2 dənə nə olacaq? Çəhrai kiçik olacaq. Ağ iriyə baxaq. Bir dənə ağ iri buradadır. Bir dənə də ağ iri buradadır. 3 dənə nə olacaq? Ağ iri olacaq. Deməli, 6-nın 2 dənə 3-ə, bir dənə 2 dənə də 1-ə nisbəti, bir də bu. Ağ kiçik. Bir dənə də ağ nə olacaq? Kiçik olacaq. İndi baxın. Deməli, nə cür oldu müəllimlər? 6 dənə çəhrai iri, 3 dənə ağ iri, 3 dənə qırmızı iri, 2 dənə çəhrai kiçik, 1 dənə qırmızı kiçik, bir dənə də ağ kiçik. 6-nın 2 dənə 3-ə, bir dənə 2-yə, 2 dənə 1-ə nisbəti. Lab istəyirsiniz, buradan altından da qeyd eləyək. Deməli, qeyd etdiyimiz kimi 6 dənə nə oldu bizdə? 6 dənə oldu. Baxın, çəhrai iri. Siz də yazın bunu. 3 dənə oldu qırmızı iri. 3 dənə oldu ağ iri. 2 dənə oldu çəhrai kiçik. 1 dənə oldu ağ kiçik və deməli, bir dənə də qırmızı kiçik. Deməli, hamısından oldu. Buna biz nerede rast gəldik?
irsiyyətin dihibrid çarpazlaşmada bir əlamətə görə natamam dominantlıqda. Fenotip sayı 6, fenotipə görə parçalanma 6, 3, 3, 2, 1, 1. Bəs genotipə görə parçalanma genotip sayını necə tapırıq? Gəlin bir də baxaq. Böyük A, kiçik A, böyük B, kiçik B-ni çarpazlaşdıraq. Böyük A, kiçik A, böyük B, kiçik B ilə. Bir dənə böyük A, böyük A, kiçik B, böyük A, böyük A, deməli, böyük B, bir dənə böyük A, böyük A, bir dəqiqə. Yox, müəllimə, bir dəqiqə. Hə, bir dənə böyük A, böyük A, iki dənə böyük A, kiçik A, bir dənə kiçik A, kiçik A, bir dənə böyük B, böyük B, iki dənə böyük B, kiçik B, bir dənə kiçik B, kiçik B. İndi baxın müəllimlər, keçirik genotip sayına. Bax, burada neçə genotip var? Gəlin baxaq. Bir dənə böyük A, böyük A, iki dənə böyük A, kiçik A, bir dənə kiçik A, kiçik A. Üç genotip burada. Bir dənə böyük B, böyük B, iki dənə böyük B, kiçik B, bir dənə kiçik B, kiçik. Üç genotip də burada. Deməli, 3 vuruş nə olacaq? 9 genotip burada. İndi genotipə görə parçalanma nisbəti. Burada 1-in 2-yə, 2-nin 1-ə nisbəti vurulsun 1-in 2-yə, 2-nin 1-ə nisbətinə. Bərabərdir. Baxın. Bir dənəsi böyük A, böyük A. İki dənəsi böyük A, kiçik A. Bir dənəsi kiçik A, kiçik A-nın. Bir dənəsi böyük B, böyük B. İki dənəsi böyük B, kiçik B. Bir dənəsi kiçik B, kiçik B-yə nisbəti. Yenə eyni şey olacaq, müəllimlər. Yenə bax, siz, baxın, bu 1-i bu 1-ə vuranda eləyəcək 1. Bu 1-i bu 2-yə vuranda eləyəcək 2. Bu 1-i bu 1-ə vuranda eləyəcək 1. Bax, hər birini vurursunuz. Sonra keçirsiniz bu 2-yə. İndi 2-ni vurursunuz hər birinə. 2-ni bu mötərizənin içindəki 1-ə vurun 2. 2-yə vurun 4. 1-ə vurun 1. İndi keçin bu 1-ə. 1-i vurun mötərizənin içindəki 1-ə 1. Vurun 2-yə 1. İndi böyükdən balacaya doğru düzək. Bir dənə 4. Baxın, neçədə də 2 var. Deməli, 1, 2, 3, 4 dənə 2 olmalıdır. Nədə səhv yazdıq? Müəllimlər, mikrofonu bağlı. Hə, 1, 2, burada 2-dir. Deməli, burada 2-dir. Çünki 1, 4 dənə olmalıdır. 4 dənə 2-yə nisbəti, 4, 2-yə. Onda 4 dənə də nəyimiz var? 1-imiz var. 4 dənə də 1-ə. İndi buradan gördünüz, müəllimlər, heç bir dəyişiklik olmadı. Deməli, istəyir tam dominantlıq olsun. İstəyir bir əlamətinə görə qeyri-tam dominantlıq olsun. İndi izah edəcəm 2 əlamətinə görə qeyri-tam dominantlıq. Fərqi yoxdur. Genotip sayı və genotipə görə parçalanma nisbəti dəyişmir. Tamda da genotipi 9 götürmüşdük, parçalanma nisbətini belə götürmüşdük. Bir əlamətinə görə natamamda da. Yəni, çünki eyni şeylərdir da, eyni hərflərdir, eyni... Yəni, eynidir, dəyişiklik yoxdur. Ona görə də genotip dəyişilmir. Eyni yazırıq. İndi gəlin baxaq nəyə? Gəlin baxaq, yazırıq indi bir başlıq. Dihibrid çarpazlaşma zamanı hər iki əlamətinə görə natamam dominantlıq. Demək, dihibrid çarpazlaşma zamanı hər iki əlamətinə görə natamam dominantlıq. İndi baxın, yenə götürürəm böyük A, kiçik A, böyük B, kiçik B-ni, çarpazlaşdırıram böyük A, kiçik A, böyük B, kiçik B-ni. Fikir verin, müəllimlər. Hər iki əlamətinə görə natamam dominantlıq var. Yəni, həm rəng əlamətinə görə, həm form əlamətinə görə natamam dominantlıq mövcud olacaq. Necə? Böyük A, kiçik A-nı böyük A, kiçik A-nı çarpazlaşdıranda nə alınacaq? Bir dənə böyük A, böyük A, iki dənə böyük A, kiçik A, bir dənə kiçik A, kiçik A. İndi baxın, bu oldu qırmızı, bu oldu çəhrayı, bu oldu ağ. Gördünüz, qeyri-tam dominantlıq var. Qeyri-tam dominantlıq olmasaydı, bir böyük A, böyük A, iki böyük A, kiçik A qırmızı olardı, kiçik A, kiçik A ağ olardı. Gördünüz, çəhrayılık da oldu. İndi gəlin ikincisinə baxaq. İkinciyə baxaq. Böyük B, kiçik B-ni böyük B, kiçik B ilə çarpazlaşdıranda bir dənə böyük B, böyük B, iki dənə böyük B, kiçik B, bir dənə kiçik B, kiçik B. Baxın, bayaq böyük B də iri idi, böyük B, kiçik B də iri idi. İndi böyük B iridir, kiçik B kiçikdir. Amma bu nə olacaq? Orta. Orta böyüklükdə. Baxın, aralıq xarakter daşıdı. Nə iri olmadı, nə kiçik olmadı. İndi bu dəfə dediyim hər iki əlamətinə görə natamam dominantlıqdır. Tam dominantlıq özünü göstərmədiyi hal oldu.
İndi burada nə cür olacaq? Gəlin birinci fenotipə baxaq, sonra genotipə baxarıq. İndi müəllimlər, baxın burada neçə dənə genotip var? 1, qırmızı, çəhrayı, ağ. 3 dənə fenotip burada. Burada neçə dənədir? İri, orta, kiçik. 3 fenotip də burada. Cəmi fenotip sayı neçədən olacaq? 3 vuruc, 9 dənə fenotip. Fenotipə görə parçalanma nisbəti necədir? 1 dənə qırmızı, 2 dənə çəhrayı, 1 qırmızı, 2 çəhrayı, 1 dənə də ağ. Burada da 1 dənə iri, 2 dənə orta, 1 dənə kiçik. Burada da 1-in 2, 2-nin 1-ə nisbəti oldu. Eyni. İndi yazırıq. Gəlin yazaq. Deməli, fenotip sayı oldu nə? 3 fenotip burada, 3 fenotip burada. Cəmi oldu neçə fenotip? 9 fenotip. Fenotipə görə parçalanma nisbəti necə oldu deyəndə nə deyəcəksiniz? Fenotipə görə parçalanma nisbəti bərabərdir. 1-in 2-yə, 2-nin 1-ə nisbəti vurulsun, 1-in 2-yə, 2-nin də 1-ə nisbətinə. Yenə müəllimlər, burada bilirsiniz nə olacaq? Bu mötərizələri bir-birinə vursaq, bir dənə 4-ün 4 dənə 2-yə nisbəti, onun da 4 dənə 1-ə nisbəti alınacaq. Çünki bayaqdan bunları yazıb baxmışıq. 4 dənə 1-ə, bir dəqiqə. 4 dənə 1-ə nisbəti alınacaq. Bu oldu fenotipə görə parçalanma nisbəti. Gəlin baxaq genotipə. Genotip sayına baxaq müəllimlər. Burada neçə genotip var? Baxın. Bir dənə böyüyə böyüyə, 2 dənə böyüyə kiçiyə, yəni bir dənə kiçiyə kiçiyə, 3 dənə genotip burada. 3-ü də yenə burada. Deməli, 3-ü 3-ə vuracaq, nə eləyəcək yenə də genotip sayı? 3 vur 3 yenə də eləyəcək, 9 genotip. Genotipə görə parçalanma nisbətini tap desə, onda nə eləyəcək? Yenə bir dənə böyüyə böyüyanın, 2 dənə böyüyə kiçiyə, onun da bir dənə kiçiyə nisbəti vurulsun. Yenə bir dənə böyük B-nin, 2 dənə böyük B kiçik B-yə, onun da bir dənə kiçik B-yə nisbətinə. Yenə nə alınacaq? Baxın. 4-ün 4 dənə 2-yə nisbəti, onun da 4 dənə 1-ə nisbəti alınacaq. Yəni fenotip sayı genotip sayına eyni olacaq. Fenotip sayı genotip sayına bərabər olacaqdır. Yəni, hər iki əlamətinə görə qeyri-tam dominantlıq şəraitində fenotip sayı da 9 oldu, genotip sayı da 9 oldu. Fenotipə görə parçalanma nisbəti də, genotipə görə parçalanma nisbəti də bir-birinə bərabər oldu. Bunlarda eyni götürdük. Və əgər bir şeyə fikir verdinizsə, istəyir dihibrid çarpazlaşma zamanı tam dominantlıq olsun, istəyir bir əlamətə görə qeyri-tam dominantlıq olsun, istəyir hər iki əlamətinə görə qeyri-tam dominantlıq olsun, fenotipin nə sayı dəyişdi, nə də fenotipə görə parçalanma nisbəti dəyişdi. Üçündə də, üzr istəyirəm, fenotip deyirəm, genotip. Üçündə də genotip sayı 9 oldu, genotipə görə parçalanma nisbəti eyni götürdük. İndi müəllimlər, gəlin bunu bir daha lap dəqiq deyim. Baxın, bura fikir verin bir dəqiqə. Bu əslində rahat bir şeydir. Genotipə görə götürəndə, məsəl üçün, yadınızdadır biz bir dənə böyüyə böyüyə, 2 dənə böyüyə kiçiyə, bir dənə kiçiyə burada, bir dənə böyük B, 2 dənə böyük B, kiçik B, bir dənə kiçik B. İndi baxın, bax burada görürsünüz, bunu götürdük nə rəngdə? Qırmızı. Bunu götürdük cəhrayı, bunu götürdük ağ. Bunu götürdük iri, kiçik, bunu da götürdük orta. Və burada biz nə yazdıq? Biz dedik ki, birin, yəni burada bir dənə nə oldu? Qırmızının, 2-yə, yəni çəhrayıya nisbəti, onun da 1-ə nisbəti, yəni ağa nisbəti. Vurduq yenə 1-in, 2-yə, 2-nin 1-ə nisbətinə. Bir dənə iri, 2 dənə orta, bir dənə kiçik. İndi gəlin bunları vuraq, baxaq. Baxın. Bax, 1-i vurun 1-ə. Bu 1-i bu 1-ə vuranda 1 alınacaq nə? 1. Bir dənə nə? Qırmızı iri, baxın. Qırmızı iri. Deməli, bu 1-i olacaq nə? Qırmızı iri. Yəni, qırmızı irini biz necə götürə bilərik? Böyüyə, düzdür. Böyüyə, nəyə görə? Çünki bir dənə götürdüyümüz qırmızı böyüyə idi. Bu da böyük B. Böyüyə, böyük B. Hər iki əlamətə görə homozigot, qırmızı iri. İndi bu 1-i vuraq bu 2-yə. Bu 1-i bu 2-yə vuranda eləyəcək 2 dənə nə? Qırmızı orta. Baxın, qırmızı orta. Qırmızı böyüyə, ortanı nə götürmüşdük? Böyük B, kiçik B. Baxın, 2 dənə.
Bir əlamətinə görə homo, bir əlamətinə görə hetero. Sonra bu biri vuraq yenə bu birə. Bir dənə nə? Qırmızı kiçik. Baxın, bu qırmızı yazmışam başına, buna da kiçik. Qırmızı kiçik. Qırmızı kiçiyi nə cür yaza bilərik? Böyük A, böyük A, kiçik B, kiçik B yaza bilərik. Düzdürmü? Sonra davam eləyək, indi bu keçək bu ikinciyə. Bax, buna keçək indi. Bu birdən qutardıq, indi buna. Bu ikini vuraq bu birə. İkini birə vuranda eləyəcək 2. 2 dənə nə? Baxın, çəhrayı nə? Yox, 2-ni əvvəl birə vuraq. 2-ni əvvəl bu birə vuraq. 2. Çəhrayı iri. Çəhrayı iri. Çəhrayını nə cür yazırdıq? Böyük A, kiçik A, irini nə cür götürürdük? Böyük B, böyük B. Sonra bu 2-ni bıraq bu 2-yə 4. 4 dənə nə? Görürsünüz, 4 dənə çəhrayı orta. Olacaqdı nə? Çəhrayı orta. Yəni böyük A, kiçik A, böyük B, kiçik B. Sonra keçək bu 2-ni bu 1-ə vuraq. 2 dənə nə? Çəhrayı kiçik. Çəhrayı kiçiyi nə cür götürürdük? Böyük A, kiçik A, kiçik B, kiçik B. Bundan da qutardıq. İndi keçirik müəllimlər bu 1-ə. Bu 1-i vuraq əvvəl bu 1-ə. Nə eləyəcək? 1. Bir dənə nə? Ağ iri. Ağ iri. Ağı nə cür götürürdük? Kiçik A, kiçik A, böyük B, böyük B irində. 1-i vuraq bu 2-yə, 2, 2-ni də 1-ə. 1-i vuraq bu 2-yə olacaq ağ orta, o birisi də ağ kiçik. Ağ ortanı nə cür götürürdük? Gəlin yazaq. Ağ ortanı götürürdük. Kiçik A, kiçik A, orta. Orta nə cür idi müəllimlər? Kiçik A, kiçik A, ağ orta. Böyük B, kiçik B. Sonra ağ kiçiyi də kiçik A, kiçik A, kiçik B, kiçik B. İndi baxın. Bir dənə 4. 4 dənəsi böyük A, kiçik A, böyük B, kiçik B. Yəni nə? Çəhrayı orta. Sonra 2, 4 dənə 2. Baxın, 4 dənə 2. 2-nin biri qırmızı orta, qırmızı orta. 2-nin biri çəhrayı iri, 2-nin biri çəhrayı kiçik, 2-nin biri də nə oldu? Ağ orta, ağ orta. Və 4 dənə də 1. 4 dənə də 1. 4 dənə birin biri oldu qırmızı iri, böyük A, böyük A, böyük B, böyük B. Biri oldu qırmızı kiçik, biri oldu ağ. Baxın, ağ orta, ağ kiçik. Deməli, hamısından burada oldu. Bax, buna görə buna deyirdik sərbəst paylanma qanunu. Hər əlamət sərbəst şəkildə paylandı. Genlər və əlamətlər sərbəst şəkildə paylandı və qeyri-tam dominantlıq şəraitində. İndi, bax, bunu bölürəm belə cədvəl şəklində və bura yazıram. Böyük A, kiçik A, böyük B, kiçik B-ni çarpazlaşdıraq. Böyük A, kiçik A, böyük B, kiçik B-ni. Müəllimlər, tam dominantlıq, bir əlamətə görə qeyri-tam dominantlıq, bir də hər iki əlamətə görə qeyri-tam dominantlıq. Bax, 3 yerə böldük. Tam dominantlıq, bir əlamətinə görə qeyri-tam dominantlıq, hər iki əlamətinə görə qeyri-tam dominantlıq. Baxın indi. Əgər tam dominantlıqdırsa fenotip sayı 4, genotip sayı 9, bir əlamətinə görədirsə fenotip sayı 6, genotip sayı 9, hər iki əlamətinə görədirsə fenotip sayını nə götürdük? Hər iki əlamətə görə olanda 9, genotip sayını 9. Baxın, indi burada bax nə cür sizə testlər düşə bilər. Bəzən testlərdə belə bir şey soruşulur. Deyir ki, məsəl üçün, tutaq ki, belə bir şey deyir ki, hansında deyir, məsəl üçün, bax bunun özündə, məsəl üçün, tam dominantlıqda fenotip sayı, genotip sayından neçə vahid çoxdur? Məsələn, 9-dan 4 çırıq eləyir 5, düzdürmü? Deyər ki, fenotip sayı, genotip sayından 5 vahid çoxdur. Genotip sayı, fenotip sayından bax 9 çıx 4. Deyər ki, genotip sayı, fenotip sayından 5 vahid çox olarsa, deməli, onda bu söhbət gedir nədən? Tam dominantlıqdan. Və yaxud da 9-dan 6 çıxar, deyər ki, genotip sayı, fenotip sayından 3 vahid çoxdur. Və yaxud da bunda deyər ki, genotip sayı, fenotip sayına bərabər olduğu hal. O dəqiqə sən bilirsən ki, 5 vahid çoxdursa genotip, fenotipdən tam dominantlıqdır. 3 vahid çoxdursa bir əlamətə görə qeyri-tam dominantlıqdır. Bərabərdirsə hər iki əlamətə görə qeyri-tam dominantlıq mövcuddur. Bax, bunu bu cür tapmaq olur. Yəni, sonra
Deməli, başqa nə deyə bilər? Məsəl üçün buradan sizə parçalanmanı da gəlin yazaq. Genotipə görə parçalanma, fenotipə görə parçalanma, fenotipə görə parçalanma tam dominantlıqda 9-un 3-ə, 3-ün 3-ə, 3-ün 1-ə nisbəti, bir əlamətə görə də 6-nın 2 dənə 3-ə, 1 dənə 2-yə, 2 dənə 1-ə nisbəti, burada isə 4-ün 4 dənə 2-yə, onun da 4 dənə 1-ə nisbətini götürdük. Genotipə görə parçalanma nisbəti desəksə nə götürəcəksiniz? Genotipə görə parçalanma nisbəti hər üçündə 4-ün 4 dənə 2-yə nisbəti, onun da 4 dənə 1-ə nisbəti. Hər üçündə eynidir müəllimlər. Genotipə görə parçalanma nisbəti hər üçündə eynidir. Genotipə görə və fenotipə görə parçalanma nisbəti hansında hər ikisində həm genotip, həm fenotipə görə parçalanma eynidir, onda deyəcəksiniz hər iki əlamətə görə qeyri-tam dominantlıq şəraitində eyni olur deyəcəksiniz. Bax, bunlar oldu müəllimlər qeyri-tam dominantlıq. İndi biz monohibrid çarpazlaşmada da qeyri-tam dominantlığa baxdıq. Dihibrid çarpazlaşmada da qeyri-tam dominantlığa baxdıq. Yəni bir əlamətinə görə də baxdıq, hər iki əlamətinə görə də bunlarla tanış olduq, baxdıq. Və eyni şeyləri, müəllimlər, eyni şeyləri siz elə burada dərsdə də dərsi oxuyan zaman elə dərsdə də görə biləcəksiniz. Bax, burada fikir versəz, baxın yazmışam, qeyri-tam dominantlıq fikir verin və irsiyyətin aralı xarakter daşıması. Fenotip sayı, fenotipə görə parçalanma, genotip sayı, bu monohibrid çarpazlaşmadan söhbət gedir. Monohibriddir. Dihibridə baxın, dihibrid çarpazlaşma, bax, hamısı yazıb burada. Bir əlamətə görə, hər iki əlamətə görə. Bax, bunu indi oxuduqca PDF-i çıxartdıranda özünüz görəcəksiniz. Fenotip sayı 6-dır, fikir verin. Fenotipə görə parçalanma, genotip sayı, genotipə görə parçalanma, fenotip 9, genotip 9. Burada bir-birinə bərabərdir. Və fikir versəz görərsiniz ki, nə fenotip, genotip sayı, nə də genotipə görə parçalanma nisbəti, istər tam, istər bir əlamətə görə, istər hər iki əlamətə görə qeyri-tam dominantlıqda dəyişmir. Müəllimlər, buranı oxumursunuz. Bura qədər oxuyacaqsınız. Yəni, ilişikli irsiyyətə qədər oxuyacağıq. İndi, burada bizdə qaldı nə? Burada bizdə qaldı analiz edici çarpazlaşma. Bu nədir? Gəlin burada çataq. Qeyri-tam dominantlığı izah elədik. Analiz edici çarpazlaşma nədir? Müəllimlər, mən istədim birinci qeyri-tam dominantlığı biləsiz, sonra analiz edici çarpazlaşmaya keçim. Nədir analiz edici çarpazlaşma? Deməli, analiz edici çarpazlaşma odur ki, baxın, adından da göründüyü kimi analiz edici. Nəyə analiz edirik, müəllimlər? Biz bilirik ki, resessiv əlamətə malik fərdlərin analiz edici çarpazlaşmaya ehtiyacı yoxdur. Nəyə görə? Çünki biz resessiv əlaməti götürəndə bilirik ki, bu ya kiçik A, kiçik A-dır, ya kiçik B, kiçik B-dir, ya kiçik A, kiçik A, kiçik B, kiçik B. O dəqiqə bilirəm ki, bu yaşıl qırışıqdır. Bu yaşıldır, bu qırışıqdır. Yəni, resessiv əlamətlərə malik olan fərdlərin analiz edici çarpazlaşmaya ehtiyacı yoxdur. Kiçik hərflərlə yazılan bilinir ki, o dəqiqə bunun genotipi nədir? Tez onun genotipini müəyyənləşdirmək mümkündür. Lakin dominant əlamətlərə malik olan fərdlər ya homozigot ola bilirlər, ya heterozigot ola bilirlər. Yəni, onların genotipini müəyyənləşdirməkdən ötürü analiz edici çarpazlaşmadan istifadə etmək lazımdır ki, analiz edərək, baxaq görək, homozigot genotiplidir, yoxsa heterozigot genotiplidir. Buna görə də nə edirlər? Deməli, məsəl üçün, bax, biz bilirik ki, yəni, ümumiyyətlə, analiz edici çarpazlaşmanın məqsədi nədir? Dominant fərdin genotipini bilmək üçündür. Yadımızda qalsın. Analiz edici çarpazlaşmanın məqsədi dominant fərdin genotipini aşkara çıxartmaqdan ötürüdür, bildirməkdən ötürüdür. İndi bu nə deməkdir? Biz bildik ki, böyük A bizdə bildirdi sarı rəngi, kiçik A bildirdi yaşıl rəngi. İndi, çarpazlaşma zamanı alınan sarı noxudlar böyük A da ola bilər. Böyük A, kiçik A da ola bilər. Və Mendel bunlara belə xaricdən baxmaqla bunların genini müəyyənləşdirə bilmir. Sarıların hamısının genini müəyyənləşdirə bilmir. Buna görə də analiz edici çarpazlaşma aparır. Necə aparır? Götürür bu fərdlərin hər birini resessiv fərdlə çarpazlaşdırır, yaşılla çarpazlaşdırır. Deyir, əgər çarpazlaşma zamanı alınan F1 nəslindəki noxudların hamısı heterozigot olarsa, deməli, götürdüyümüz başlanğıc forma homozigotdur. Valideynin biri homozigotdur,
Yəni dominantdır, digəri homozigot resessivi götürmüşdü onsuz da. Əgər F1 nəslində alınanların hamısı 100% sarı çıxarlarsa, nəsildə parçalanma verməzlərsə, deməli götürdüyümüz fərd dominantdır. Böyük ya, böyük yadır. Əgər yox, alim nə edib? Götürüb böyük ya, kiçik yanı, kiçik yanla çarpazlaşdıranda, bax buradan alırıq böyük ya, kiçik ya, buradan da kiçik ya. Bir dənə böyük ya, kiçik ya, bir dənə kiçik ya, kiçik ya. Bunları bir-birinə çarpazlaşdıranda. Əgər nəsildə parçalanma baş veribsə, yəni həm sarı, həm yaşıl noxudlar alınıbsa, buradan belə qərara gəlmək olar ki, götürülən başlanğıc forma, dominant forma, deməli heterozigot imiş. Bax, buna deyirlər analiz edici çarpazlaşma. Bundan analiz edib bilmək olar ki, deməli, burada götürdüyümüz fərq nədir? Yəni 100% hibrid forma alınarsa, götürülən forma homozigotdur. Yox, 2-dən biri sarı, 2-dən biri yaşıl alınarsa, demək, götürülən fərd valideyn nə olubdur? Heterozigot genotipli olubdur. Deməli, əgər belə deyək, yəni analiz edici çarpazlaşma zamanı, məsəl üçün böyük ya, kiçik yanı biz kiçik ya çarpazlaşdırsaq, buradan 2 qamet alırıq, 2 tip qamet, buradan 1 tip qamet və böyük yanı kiçik aya vuranda bir dənə böyük ya, kiçik ya, bir dənə kiçik ya almış oluq. Yəni həm sarı, həm yaşıl. Yəni burada fenotip sayı nəyə bərabərdir? 2-yə. Biri sarı, biri yaşıl. Fenotipə görə parçalanma nisbəti nəyə bərabərdir? 1-in 1-ə nisbəti. Bir dənə sarı, bir dənə yaşıl. Yaxşı. Genotip nəyə bərabərdir? 2-yə. Böyük ya, kiçik ya, kiçik ya, kiçik ya. Genotipə görə parçalanma nisbəti yenə 1-in 1-ə nisbəti. Yəni bir dənə kiçik ya, böyük ya, kiçik ya, bir dənə kiçik ya, kiçik ya. Demək, görürsünüz, fenotip genotipə burada da nə oldu? Bərabər oldu. Fenotip sayı genotip sayına bərabər oldu. Və analiz edici çarpazlaşmada da 2 düsturundan istifadə edə bilərsiniz. Genotipi tapmaq üçün də 2 üstün, fenotipi tapmaq üçün də 2 üstün. 2 üstü n-də, yəni böyük ya, kiçik ya, bir dənə heterozigot olduğuna görə burada 2 üstü 1 eləyəcək nə? 2. Görürsünüz, 2 fenotip, 2 genotip var deyirik. İndi müəllimlər, bu monohibrid çarpazlaşma idi. Monohibrid çarpazlaşma zamanı analiz edici çarpazlaşmanı tapdıq biz. Yəni monohibrid fərdin, dominant fərdin homozigot, heterozigot olmağını bilmək üçün bunu müəyyənləşdirdik. Baxın, indi baxacağıq hibrid çarpazlaşmaya. Yəni əgər, bir də deyirəm, monohibrid çarpazlaşmada analiz edici monohibrid çarpazlaşma zamanı alınan dominant fərdin homozigot və ya heterozigot olmağını bilmək üçün götürülən fərdi kiçik ya ilə çarpazlaşdıranda F1 nəslində alınanların hamısı 100% fenotip, genotip bir-birinə bərabər olarsa, götürülən forma dominantdır. Homozigotdur, üzr istəyirəm. Yox, çarpazlaşdırılan zaman belə bir forma alınarsa, bir dənə böyük ya, kiçik ya, bir dənə kiçik ya, yəni onda buna deyirik götürülən forma heterozigotdur. Yaxşı, bəs heterozigot fərdin analiz edici çarpazlaşması nə cür aparılır? Gəlin indi ona baxaq. Məsəl üçün, tutaq ki, böyük ya, böyük B də ola bilər. Böyük ya, böyük B, kiçik B də ola bilər. İndi alınan hər ikisi sarı hamardır, düzdürmü? Amma kiçik B olanda bunun heç də analiz edici çarpazlaşmaya ehtiyacı yoxdur. Yəni mən zaten noxuda baxanda görürəm ki, yaşıl hamardır və tez bunun genotipini yaza bilərəm ki, yaşıl kiçik da hamar, üzr istəyirəm, qırışıq. Qırışıq da kiçik B-dir. Tez yaza bilərəm. Amma dərd bilirsiniz hardadır? Dominantı yazmağı olmur. Çünki dominantı bilmirik homodur, yoxsa heterodur. Bunu bilməkdən ötürü nə edirlər? Və yaxud da bir əlamətinə görə homodur, yoxsa məsələn bu belə də ola bilər. Böyük ya, böyük B, kiçik B də ola bilər. Böyük ya, kiçik ya, böyük B də ola bilər. Yəni görürsünüz, dominantı müəyyənləşdirmək olmur. Baxmaqla üzünə müəyyənləşdirmək olmur onun genotipini. Ona görə də analiz edici çarpazlaşmaya ehtiyac duyulur. İndi necə edirik? Bax, yazırıq müəllimlər. Bir qoyaq yazaq. Məsəl üçün deyirəm ki, sarı hamarla gəlin çarpazlaşdıraq yaşıl qırışığı.
sarı hamarla yaşıl qırışığı çarpazlaşdıraq. Və elə eləyək ki, burada 100% sarı alınsın. Baxın yazıram. 100% sarı olsun. 100% də hamar olsun. Yəni 100% sarı alınsın, 100% də hamar alınsın. Bunu necə eləyərik? Bax, sarı, hamar, yaşıl qırışığı zaten bilirik. Kiçik A, kiçik A, kiçik B, kiçik B-dir. Bu yaşıl qırışığın başqa genotipi yoxdur. Yəni resessiv əlaməti o dəqiqə genini yazmaq mümkündür. Bəs sarı hamarı nə götürək? Axı sarı hamarı mən belə də götürə bilərəm. Böyük A, böyük A, böyük B, böyük B də götürə bilərəm. Və yaxud da böyük A, böyük A, böyük B, kiçik B də götürə bilərəm. Və yaxud da böyük A, kiçik A, böyük B, kiçik B də götürə bilərəm. Və yaxud da böyük A, kiçik A, böyük B, böyük B də. Baxın, görün neçə dəfə götürə bilərəm. İndi mən nə bilim bu hansıdır? Baxıram ki, mənə testdə deyir ki, 100% sarı, 100% hamar alınsın. Yaşıl alınmasın. Deməli, yaşıl alınmasın deyələ mən götürürəm böyük A, böyük A, böyük B, böyük B. Niyə? Baxın, bundan bir tip qamət alınacaq, bundan da bir tip qamət alınacaq. Bu qametlər birləşəndə yalnız böyük A, kiçik A, böyük B, kiçik B alınacaq. Və bu fərq olacaqdır nə? 100% sarı, 100% hamar. Bu birinci qayda. Bax, gördünüz, analizedici çarpazlaşma aparmaqla mən bildim ki, deməli, burada alınan fərd homozigotdur. Homozigot olmasaydı, burada alınanların hamısı sarı, hamar olmazdı. İndi gəlin ikinci qaydaya keçək. İkinci yazırıq. 2. Yazırıq ki, yenə sarı hamarı, yenə yaşıl qırışlı ilə çarpazlaşdıraq. Bu zaman alınanlar 100% sarı olsun, 100% sarı olsun, 50% hamar olsun, 50% də qırışlı olsun. İndi buna baxaq. 100% sarı, 50% hamar, 50% qırışlı. Bilirik ki, bu mütləq kiçik A, kiçik A, kiçik B, kiçik B olacaq. Bunu bildik. Və sarı hamarı necə götürək ki, 100% sarı olsun. Deməli, 100% sarı olması üçün mən bura böyük A, böyük A qoyuram. Çünki mən bura böyük A, kiçik A qoysam, burada mütləq yaşıl da alınmalıdır. Çünki kiçik A, kiçik A ilə birləşəcək. Ona görə mən bura mütləq böyük A, böyük A qoyuram. Amma hamar, qırışıq hər ikisi alına bilməsi üçün böyük B, kiçik B-ni qoyuram. İndi baxın niyə? Baxın. Bir dəqiqə, demək nə götürmüşdük? Böyük A, böyük A, böyük B, kiçik B. İndi buradan qamət alınacaq nə? Böyük A, böyük A-nı kiçik A, kiçik A ilə çarpazlaşdırsaq alınacaq böyük A, kiçik A. Böyük B, kiçik B-ni kiçik B, kiçik B ilə çarpazlaşdıranda böyük B, kiçik B, kiçik B, kiçik B. Baxın, indi bunları bir-birinə vuraq. Böyük A, kiçik A, böyük B, kiçik B. Böyük A, kiçik A, kiçik B, kiçik B. Baxın, 100% sarı alındı mı? Alındı. Bu da sarıdır, bu da sarıdır. Həm hamar alındı, sarı hamar 50%, həm də sarı qırışlı alındı. 50% sarı hamar, 50% sarı qırışlı alındı. Sonra gəlin baxaq üçüncüyə. Üçüncü yenə sarı hamarı çarpazlaşdıraq yaşıl qırışıqla. Bu dəfə alınanlar 50% sarı, 50% yaşıl, 50% hamar, 50% qırışlı. Hamısından 50-50 alınsın. Yenə də bilirəm ki, bu olacaqdır. Kiçik A, kiçik A, kiçik B, kiçik B. Bunu bildim. Bunu bilmirəm amma. Bunun 50-50 alınması üçün ki, bura qoyaq böyük A, kiçik A, böyük B, kiçik B. Niyə belə qoyduq? Baxın indi. Çünki bu bununla çarpazlaşanda burada alınacaq bir dənə böyük A, kiçik A, bir dənə kiçik A, kiçik A. Bu bununla çarpazlaşanda bir dənə böyük B, kiçik B, bir dənə kiçik B, kiçik B. Və bir-birinə gəlin vuraq. Bir dənə böyük A, kiçik A, böyük B, kiçik B. Buna vuraq. Bir dənə böyük A, kiçik A, kiçik B, kiçik B. Bunları vuraq. Bir dənə kiçik A, kiçik A, böyük B, kiçik B və bunları vuraq. Bir dənə kiçik A, kiçik A, kiçik B, kiçik B. Baxın. 50% sarı hamar, sarı qırışlı, yaşıl hamar, yaşıl qırışlı. Hamısından 50-50-50% alındı. Deməli, analizedici çarpazlaşma zamanı bildik ki, alınan fərq nədir? Hər iki əlamətinə görə heterozigotdur. Və gəlin dördüncünü də yazaq. Dördüncü yazırıq sarı hamarı çarpazlaşdıraq yaşıl qırışlı ilə və alınsın 50% sarı, 50% yaşıl alınsın gəlin, 100%
hamar alınsın. Yenə bu olacaq kiçik A, kiçik A, kiçik B, kiçik B. İndi buna baxaq müəllimlər. 50% sarı, 50% yaşıl. Amma hamısı hamar olması üçün gəlin bura böyük B qoyaq ki, bu bir dəfəlik bununla görüşəndə elə hamar olsun. Burada bu cür qoyaq. İndi baxın. Böyük A, kiçik A, kiçik A, kiçik A, böyük B, kiçik B. Bunları çarpazlaşdıraq. Böyük A, kiçik A, kiçik B, kiçik B. Bunları çarpazlaşdıraq. Kiçik A, kiçik A, böyük B, kiçik B. Sarı hamar, yaşıl hamar. 100% nə oldu? Hamar oldu. Amma 50% sarı da oldu, yaşıl da oldu. Bax, bu oldu dihibrid çarpazlaşma zamanı analiz edici çarpazlaşmadan istifadə. Yəni, dihibrid çarpazlaşmada analiz edici çarpazlaşma. 4 dənənin 4-ünü də burada sizə qeyd elədim. İndi bir şey deyim, müəllimlər. Baxın, belə bir sual verilsə sizə ki, nə zaman hansı fərdlərin genotipini müəyyənləşdirməkdən ötürü analiz edici çarpazlaşmaya ehtiyac yoxdur. Nəyə götürərsiniz? Hansı fərdlərdir ki, onların genotipi, yəni fərdə baxmaqla onun genotipini müəyyənləşdirmək mümkündür. Bunun üçün analiz edici çarpazlaşmaya ehtiyac yoxdur. Nə deyirik? Baxın, birinci götürürük resessiv fərdləri. Niyə görə? Çünki sarı noxud deyəndə mən bilmirəm bu böyük A'dır, yoxsa böyük A, kiçik A'dır. Lakin hamar deyəndə mən bilmirəm böyük B, yoxsa böyük B, kiçik B'dir. Amma yaşıl deyən kimi mən bilirəm ki, kiçik A, kiçik A'dır. Qırışlını görən kimi bilirəm ki, kiçik B'dir. Deməli, resessiv əlamətlərin genotipini müəyyənləşdirməkdən ötürü analiz edici çarpazlaşmaya ehtiyac yoxdur. Biri bu. Bəs ikinci nəyə ehtiyac yoxdur? Qeyri-tam dominatlıq. Qeyri-tam dominatlıq şəraitində yaranan fərdlərin analiz edici çarpazlaşmasına ehtiyac yoxdur. Niyə yoxdur? Çünki, məsəl üçün, böyük A, kiçik A, kiçik A, kiçik A. Məsəl üçün, indi baxın, müəllimlər, məsəl üçün, belə deyək də, çəhrayı görəndə mən bilirəm ki, çəhrayının genotipini müəyyənləşdirmək mümkündür. Qırmızı, ağ. Yəni, mən baxıram ki, həm qırmızı çiçək var, həm çəhrayı çiçək var, həm ağ çiçək var. Görürəm, çəhrayı irsiyyətin aralı xarakteridir. Yəni, bu nə qırmızı deyil, nə ağ deyil. Ona görə də tez mən bunun genotipini müəyyənləşdirə bilərəm. Deyərəm ki, bu böyük A, kiçik A'dır. İrsiyyətin aralı xarakteridir. Yəni, testlərə suallar düşür ki, hansı fərdlərin genotipini müəyyənləşdirməkdən ötürü analiz edici çarpazlaşmaya ehtiyac duyulmur, ehtiyac yoxdur. Nəyə götürəcəyik? Bir deyəcəyik ki, resessiv, müəllimlər, mikrofon açıqdır kimdəsə. Müəllimlər, mikrofonları bağlayın, zəhmət olmasa. Desələr ki, hansı fərdlərin genotipini müəyyənləşdirməkdən ötürü analiz edici çarpazlaşmaya ehtiyac yoxdur, onda deyəcək ki, 1. Resessiv əlamətlərə malik fərdlərin genotipini müəyyənləşdirməkdən ötürü, 2. Qeyri-tam dominatlıq şəraitində yaranan fərdlərin genotipini müəyyənləşdirməkdən ötürü analiz edici çarpazlaşmaya ehtiyac yoxdur. Bu belə. Bax, eyni şeyləri, yəni analiz edici çarpazlaşma ilə bağlı olan deməli, dərsi, bax, buradan da izləyə bilərsiniz. Yəni, PDF-lərdən də görə bilərsiniz. Burada, bax, yazılıb, hamısı aydın şəkildə verilib. Bir də bir şeyləri sizə deyim ki, bax, bunu da qeyd eləyək ki, analiz edici çarpazlaşma zamanı, monohibrid fərdlərin analiz edici çarpazlaşması zamanı, necə ki, bayaq mən götürdüm, böyük A, kiçik A-nı, kiçik A, kiçik A ilə çarpazlaşdırdıq. Bir dənə böyük A, kiçik A, bir dənə kiçik A, kiçik A alındı, baxın. Burada fikir verin, fenotip sayıda oldu 2 dənə. Çünki baxın, məsələn, tutaq ki, bir dənə sarı, bir dənə yaşıl. Fenotipə görə parçalanmanı nə tapdıq? 1-in 1-ə nisbəti. Genotip sayıda oldu 2, bir dənə böyük A, kiçik A, bir dənə kiçik A, kiçik A. Genotipə görə parçalanma nisbətdə oldu 1-in 1-ə nisbəti. Deməli, analiz edici çarpazlaşma zamanı da fenotip sayı genotip sayına bərabərdir. Gördünüz, bayaq qeyri-tam dominantlıqda da nə götürmüşdük? Qeyri-tam dominantlıqda fenotipi 3 götürdük, genotipi 3 götürdük, parçalanma nisbətində 1-in 2, 2-nin 1-ə nisbəti götürdük hər ikisində, onda da bərabər idi,
Bunda da bir-birinə bərabərdir. Bu monohibrid çarpazlaşma. Amma dihibrid çarpazlaşmada baxın, böyük A, kiçik A, böyük B, kiçik B-ni çarpazlaşdıraq, kiçik A, kiçik A, kiçik B, kiçik B ilə. İndi baxın, bir dənə böyük A, kiçik A, bir dənə kiçik A, kiçik A. Burada olacaq bir dənə böyük B, kiçik B, bir dənə kiçik B, kiçik B. İndi baxın, bunu buna vuranda bir dənə böyük A, kiçik A, böyük B, kiçik B. Bunu buna bir dənə böyük A, kiçik A, kiçik B, kiçik B. Bunu buna bir dənə kiçik A, kiçik A, böyük B, kiçik B və bunu buna bir dənə kiçik A, kiçik A, kiçik B, kiçik B. Neçə dənə fenotip alındı? Gəlin baxaq. Tutaq ki, sarı hamar, sarı qırışlı, yaşıl hamar, yaşıl qırışlı. 4 dənə fenotip. Fenotipə görə parçalanma nisbəti 1, 1, 1, 1. Hamısından var. Genotip sayı yenə 4. Genotipə görə parçalanma nisbəti 1, 1, 1, 1. 4 dənə 1. Dihibrid çarpazlaşmada 4 dənə 1 yazacaqsınız. İndi trihibrid olsa birdən baxın. Böyük A, kiçik A, böyük B, kiçik B. Tutaq ki, böyük D, kiçik D-ni çarpazlaşdıraq. Kiçik A, kiçik A, kiçik B, kiçik B, kiçik D, kiçik D ilə. Baxın indi müəllimlər. Böyük A, kiçik A-nı kiçik A, kiçik A ilə çarpazlaşdırın. Nə olacaq? Bir dənə kiçik A, kiçik A, bir dənə böyük A, kiçik A, kiçik A, kiçik A. Baxın, bir dənə böyük A, kiçik A, bir dənə kiçik A, kiçik A. Böyük B, kiçik B-ni kiçik B, kiçik B ilə. Yenə bir dənə böyük B, kiçik B, bir dənə kiçik B, kiçik B. Və D-lərdə də yenə böyük D, kiçik D, bir dənə də kiçik D, kiçik D. İndi bunların hamısını bir-birinə vursaz, artıq 8 dənə birin-birə nisbəti alınacaqdır. Yəni nə cür? Belə eləyirsiniz. Fenotipi tapırsınız 2 üstü n, genotipi tapırsınız 2 üstü n düsturu ilə. 2 üstü 3 dənə burada fikir verin, heterozigot var. 2 üstü 3 də bizə nə verəcək? 8. Burada da 2 üstü 3 bizə nə verəcək? 8. Deməli, 8 fenotip alınacaq, 8 genotip. 8 dənə nisbəti də soruşsa, 8 dənə birin-birə nisbəti, baxın. Həm fenotipə görə, həm genotipə görə parçalanma bu cür olacaqdır. Yəni, meydana gələcəkdir. İndi müəllimlər, yenə eyni şeydir. Bax, yazıb burada. Dediklərim hamısı burada var. Analizedici çarpazlaşma budur. Monohibrid çarpazlaşmada qeyri-tam dominantlıq, dihibrid çarpazlaşmada qeyri-tam dominantlıq. Bizdə nə qaldı burada? Nəyə deyim sizə? Müəllimlər, deməli, baxın, burada siz nəyə baxacaqsınız? Məsəl üçün, gəlin bir dənə polihibridi heç yazmamışıq. Gəlin bir dənə polihibrid çarpazlaşmanı da yazım. Sonra görək nə qalıb, bir dənə onu da keçək, bunu yekunlaşdıraq. Polihibrid çarpazlaşma desə sizə, bax, yazırıq buradan, polihibrid. Bayaq monohibridi bildik. Monohibridin tam qeyri-tamını keçdik. Dihibridin tam qeyri-tamını keçdik. Mono və dihibridin analizedici çarpazlaşmasına baxdıq. Bəs polihibrid çarpazlaşma nədir? Məsəl üçün, tutaq ki, götürürəm böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C-ni çarpazlaşdırıram. Böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C ilə. Baxın, valideyn fərdlərin genotipi eynidir. Hər ikisi 3 əlamətinə görə heterozigotdur. Müəllimlər, bunu bilməkdən ötürü ayrı-ayrılıqda monohibrid çarpazlaşma aparırsınız. Baxın, böyük A, kiçik A-nı böyük A, kiçik A-dan çarpazlaşdırın. Bir dənə böyük A, böyük A, 2 dənə böyük A, kiçik A, bir dənə kiçik A, kiçik A. Böyük B, kiçik B-ni böyük B, kiçik B ilə çarpazlaşdırın. Bir dənə böyük B, böyük B, 2 dənə böyük B, kiçik B, bir dənə kiçik B, kiçik B. Böyük C, kiçik C-ni böyük C, kiçik C ilə. Bir dənə böyük C, böyük C, 2 dənə böyük C, kiçik C, bir dənə kiçik C, kiçik C. İndi baxın, müəllimlər, sizə desək ki, hər 3 əlamətinə görə heterozigot valideynlərin çarpazlaşması zamanı fenotip sayını tap. Nə soruşa bilər buradan sizə? 1. Fenotip sayını soruşa bilər. Burada neçə fenotip var? Tam dominantlıq deyər. Baxın, tam dominantlıq şəraitində. Dominantlıq tamdır. Burada neçə fenotip var? Tutaq ki, deyim ki, qırmızı, ağ çiçək. 1 qırmızı, 1 ağ. Deməli, 2 fenotip burada. Və yaxud da deyə bilər ki, məsəl üçün götürək, iri, xırda. 2 fenotip burada. Hündür, alçaq. 2 fenotip burada. 2 vur 2 vur 2. Cəmi neçə fenotip olacaq? 8 fenotip. İkinci nə soruşa bilər sizdən? Fenotipə görə parçalanma nisbətini tap deyə bilər. Burada 3-ün 1-ə nisbəti, 3-ün 1-ə nisbəti, 3-ün 1-ə nisbəti. Yəni, fenotipə görə parçalanma nisbəti deyəndə 3-ün 1-ə nisbətini vuracaqsınız 3-ün 1-ə nisbətinə, onu da vuracaqsınız 3-ün 1-ə nisbətinə.
bir-birinə vuracaqsınız. 3 vur, 3 vur, 3 vur, 3. 3 dəfə 3 9, 9 dəfə 3 27. Sonra bax, əvvəlcə bunu buna vurun. Sonra burada alacaqsınız 9-un 3-ə, 3-ün 3-ə, 3-ün 1-ə nisbəti. Sonra da onu buna vurun. Yəni 9-un 3-ə, 3-ün 3-ə, 3-ün 1-ə nisbətini 3-ün 1-ə. 9 dəfə 3 27. 9 dəfə 1 9. 3 dəfə 3 9. 3 dəfə 1 3. 3 dəfə 3 9. 3 dəfə 1 3. Bir dəfə 3 3. Bir dəfə 1 1. Baxın 27-nin 3 dənə 9-a, 3 dənə 3-ə, bir dənə 1-ə nisbəti. Yəni bunu çox vaxt bu düşmür testlərə, bu cür uzunluqda düşmür. Amma yenə də dedim hər ehtimal. Üçüncü məsəl üçün deyər genotip sayını tap. Gəlin baxaq, burada neçə genotip var müəllimlər? Bax, 3 genotip burada, 3-ü burada, 3-ü burada. Deməli, 3 vur, 3 vur, 3. 27 dənə genotip var burada. Genotipə görə parçalanma nisbətini tap deyər. Yenə də deyirəm, bu tipdə soruşmur, amma yenə də yazıram. Genotipə görə parçalanma nisbətini soruşsa, 1-in 2-yə, 2-nin 1-ə nisbətinin kubu. Yəni, vurursunuz bir-birinə. 1-in 2-yə, 2-nin 1-ə nisbəti vurulsun, 1-in 2-yə, 2-nin 1-ə nisbəti, o da vurulsun 1-in 2-yə, 2-nin 1-ə nisbətinə. Yəni, bax, bunu da polihibrid çarpazlaşmada bu cür tapırıq. Və yaxud da, gəlin başqa bir şey deyək. Məsəl üçün, başqa bir fərqləri, valideyn fərqləri fərqli götürək. Böyük A, kiçik A, böyük B, kiçik B, böyük D, kiçik D-ni çarpazlaşdıraq gəlin. Kiçik A, kiçik A, böyük B, kiçik B, kiçik D, kiçik D ilə. Baxın, artıq valideyn fərdlərin genotipləri fərqli oldu, gördünüzsə. Və 3 əlamətinə görədir. İndi bunun içərisindən sizə belə bir sual verə bilər. Deyər ki, böyük A, kiçik A, kiçik D, deməli, fenotipli fərdlər, bax, böyük A, kiçik B, kiçik D, fenotipli fərdlər, ümumi fərdlərin hansı hissəsini təşkil edir, müəllimlər? Bax, belə bir məsələ. Deməli, böyük A, böyük B, kiçik D fenotipli fərdlər ümumi fərdlərin hansı hissəsini təşkil edir? Bir dəqiqə, bu səliqəsi salındı. Böyük A, kiçik B, kiçik D fenotipli fərdlər ümumi fərdlərin hansı hissəsini təşkil edir? Deməli, nə edək, müəllimlər? Bu məsələni həll eləməkdən ötürü ayrı-ayrılıqda monohibrid çarpazlaşma aparırıq. Böyük A, kiçik A-nı kiçik A, kiçik A-nı çarpazlaşdırırıq. Böyük A, kiçik A-nı çarpazlaşdıraq kiçik A, kiçik A ilə. Bir dənə böyük A, kiçik A, bir dənə kiçik A, kiçik A. Böyük B, kiçik B-ni çarpazlaşdıraq böyük B, kiçik B ilə. Bir dənə böyük B, böyük B, iki dənə böyük B, kiçik B, bir dənə kiçik B, kiçik B. Sonra, böyük D, kiçik D-ni, müəllimlər, mikrofonu bağlayın zəhmət olmasa. Kiçik D, kiçik D ilə çarpazlaşdıraq. Yenə bir dənə böyük D, kiçik D, bir dənə kiçik D, kiçik D. Baxın. İndi nə deyir bizə müəllimlər? Bizə deyir ki, böyük A, kiçik B, kiçik D fenotipli fərd ümumi nəslin hansı hissəsini təşkil edir? Gəlin baxaq. Böyük A, burada bu nəslin 2 dənə nəsil, 2 fərd var burada. Hansı hissəsini təşkil edib? 2-dən birini. Kiçik B burada, baxın, 4-dən birini. Kiçik D burada, bu 1, bu da 2 dənə də cəmicə. 2-də birini. İndi gəlin vuraq bir-birinə. 2-də 1 vurulsun, 4-də 1 vurulsun, 2-də 1. Nə olacaq? 16-da 1. Deməli, neçə hissəsini təşkil elədi? 16-da 1 hissəsini təşkil elədi. Bax, bu cür sadə məsələlər düşə bilər. Və yaxud da deyə bilər ki, kiçik A, və yaxud da belə deyə bilərdi sizə, kiçik A, kiçik B, kiçik D fenotipli fərdlər ümumi nəslin hansı hissəsini təşkil edir? Onda nə edəcəksiniz? Kiçik A burada hansı hissədir? Bu 2 dənədir da. 2-dən biri yenə kiçik A olacaq. Kiçik B 4-dən biri yenə kiçik B olacaq. Kiçik D 2-dən biri yenə kiçik D olacaq. 16-da bir hissəni təşkil elədi deyəcəksiniz. Yəni, ayrı-ayrılıqda monohibrid çarpazlaşma aparmaqla bunları tapmaq rahatdır. Və yaxud da böyük A, kiçik A, böyük B, böyük B, böyük D, böyük D çarpazlaşdıraq kiçik A, kiçik A, böyük B, kiçik B, böyük D, kiçik D ilə. Baxın, deyə bilər ki, bu cür çarpazlaşma zamanı fenotip sayını tap. Nə edirsiniz? Ayrı-ayrılıqda monohibrid çarpazlaşma aparırsınız. Böyük A, kiçik A-nı çarpazlaşdırın kiçik A, kiçik A-nı. Böyük A, kiçik A, kiçik A, kiçik A. Böyük B, böyük B-ni çarpazlaşdırın böyük B, kiçik B ilə. Böyük B, böyük B, böyük B, kiçik B.
Böyük D-ni çarpazlaşdıran böyük D, kiçik D ilə böyük D, böyük D, kiçik D. Baxın. İndi burada sizdən soruşa bilər əmələ gələn fərd sayını. 2 fərd burada vurulsun, 2 fərd burada vurulsun, 2 fərd burada. 2 dəfə 2, 4, 4 dəfə 2, 8 fərd. Bu 1. İkinci soruşa bilər əmələ gələn fenotip sayını. Gəlin baxaq. Neçə fenotip var burada? 2. Burada neçə? 1. Burada neçə? 1. Deməli 2 vur 1 vur 1. 2 dənə fenotip sayı. Bu nəsil sayı. Niyə bunu 1 götürdüm? Məsəl üçün sarıdır hər ikisi. Məsəl üçün iridir hər ikisi. Amma bunun biri sarı, tutaq ki, biri yaşıl. Üçüncü sizdən soruşa bilər genotip sayını. Gəlin baxaq genotip sayına. Neçə genotip var? 2 dənə. Burada neçə genotip var? 2 dənə. Burada neçəsi var? 2 dənə. 2 vur 2 vur 2. Cəmi neçə genotip var? 8 genotip var. Başqa burada sizdən nə soruşa bilər? Dördüncü deyə bilər ki, bu çarpazlaşma zamanı, məsəl üçün, belə deyə bilər ki, bu çarpazlaşma zamanı böyük A, böyük B, böyük D genotipli, fenotipli fərdlər ümumi nəslin hansı hissəsini təşkil edir? Və keçib baxaram, böyük A burada 2 nəsildir. 2-dən biri böyük A-nın payına düşür. Deməli, 2-dən 1 vurulsun. Böyük B, elə 2-dən 2-si, 2-dən 2-də, yəni 2-dən 2-si də böyük B daxil. Bu da 2-dən 2-də 1 eləyir. Yəni 1 vurulsun. 2-dən 2-si böyükdir. Yəni neçə faizini təşkil eləyir? 2-dən 1 hissəsini, faiz yox hissə və yaxud da 50 faizini təşkil eləyir deyirik. Bax, bu cür testlər var. İnşallah işləyəndə, yəni dərsdə qulaq asarsınız, işləyəndə də bunları mən sizə izah edəcəm. Müəllimlər, bir də sizə bir şey deyim və bununla yekunlaşdıraq. Qametlərin saflığı hipotezi nədir? Bu düşür. Testlərdə də var və düşmə ehtimalı da böyükdür. Ona görə istəyirəm bu haqda da danışım sizə. Qametlərin saflığı hipotezi nə deməkdir bu? Qametlər safdır, nə deməkdir müəllimlər? Deməli, qametlərin saflığı. Qametlərin saflığı o deməkdir ki, qamet, məsəl üçün, tutaq ki, böyük A-dan biz qamet alanda deyirik ki, qamet yalnız A genini daşıyır. Böyük A, kiçik A-dan biz qamet, 2 dənə qamet alırıq. Deyirik, ya A genini daşıyır, ya da A genini daşıyır. Yəni, bir geni daşıyır da, belə deyək, bir dənə allergeni daşıyır. Yəni, cüt allergenlərdən birinə sahib olur. Və yaxud da böyük A, böyük B-ni yazanda bilirik ki, bu ikisi bir cüt allergendir. Bu da ikisi bir cüt allergendir. Amma bunlardan qamet alan zaman bu cüt allergenin birini götürür. Baxın, hərəsindən birini götürür, birinə sahib olur. Yəni, bir qametdə həm böyük A, həm kiçik A diploid orqanizmlərdə ola bilməz. Yəni, bu nə deməkdir? Bax, belə bir şey deyirəm. Diploid orqanizmlərdə, diploid orqanizm deyəndə, yəni 2 N-ə malik olan orqanizmlərdə biz bilirik ki, qamet N olacaq, yəni haploid olacaq. Və diploid orqanizmlərdə qametlər cüt allergenlərdən yalnız birinə sahib olur. Ya A ola bilər, ya da A ola bilər. Yəni, böyük A-la kiçik A ikisi bir qametdə olması qeyri-mümkündür. Yenə də deyirəm, bu yalnız diploid orqanizmlər üçün keçərlidir. Məsəl üçün, deyək ki, tutaq ki, bu hansılar üçün keçərli olmaya bilər? Yəni, qametlərin saflığı hipotezi hansı orqanizmlər üçün yetərli deyil, keçərli deyil? Poliploid orqanizmlər üçün. Biz bilir ki, bitkilərdə poliplodiya var. Məsəl üçün, tetraploid, məsəl üçün, heksaploid. Tetraploid orqanizmin qameti 2N-dir. Heksaploid orqanizmin qaməti 3N-dir. Amma diploid orqanizmin qaməti N-dir. Qametlərin saflığı bunlar üçün keçərlidir. Yəni, qametlərin saflığı yalnız diploid orqanizmlər üçün keçərlidir ki, diploid orqanizmlərdə qametlər haploid olduğuna görə allergenlərdən, cüt genlərdən yalnız birinə sahib ola bilər. Yəni, ikisinə sahib ola bilməz. Amma bu dediyimiz bu forma, dediyimiz bu qayda deyirik ki, deməli, poliploid orqanizmlər üçün keçərli deyil. Məsəl üçün, mən 2N deyirəmsə, bunun tərkibində həm böyük A ola bilər, həm kiçik A ola bilər. 3N deyirəmsə, tutaq ki, böyük A, kiçik A. Görürsünüz, cüt allergenlər eyni bir qamətə düşə bilər.
Yəni poliploid orqanizmlər üçün qametlər saf deyil, amma diploid orqanizmlər üçün qametlər nədir? Qametlər safdır. Qametlər safdır deyirik. Cüt allergenlərdən yalnız birinə sahib ola bilər deyirik. Demək müəllimlər, qametlərin saflığını da keçdik biz burada. Analizedici çarpazlaşmanı da keçdik. Qeyri-tam dominantlığı da keçdik. Həm monohibrid çarpazlaşmada qeyri-tam dominantlığı keçdik, həm də dihibrid çarpazlaşmada qeyri-tam dominantlığı keçdik. Bizə burada qaldı, deməli, hələ çox şey qalıb düzdür genetikada. Yəni, növbəti dərsdə artıq nəyə baxasıyıq? İlişikli irsiyyəti izah edəcəm sizə. İndi müəllimlər, gəlin dediklərimizə bir balaca da baxaq, möhkəmləndirək. Yəni, indiyə nə qədər nə keçdiksə onlara baxaq. Məsəl üçün, tutaq ki, deyirəm ki, bax, belə bir misal, belə bir şey soruşum sizdən. Tutaq ki, deyirəm ki, məsəl üçün, belə bir şey deyək. Monohibrid çarpazlaşma zamanı, iki heterozigot orqanizmin monohibrid çarpazlaşması zamanı, baxın, iki heterozigot orqanizmin, biri erkəkdir, biri dişi. Monohibrid çarpazlaşması zamanı irsiyyətin tam dominantlıq şəraitində, məsəl üçün, böyük yağını götürək qırmızı, kiçik yağını götürək ağ. Tam dominantlıq şəraitində neçə fenotip alınar? Fenotipə görə parçalanma nisbəti nə olar? Neçə genotip alınar? Genotipə görə parçalanma nisbəti nə olar? Deyə bilərsiniz Aygün müəllimə. Müəllimə, fenotipə görə olacaq. Burada biz alınanları yazaq hələ nə olacaq? Bir dənə böyük ya, böyük ya. 2 dənə böyük ya, kiçik ya, bir dənə də kiçik ya. Ay sağ olun. Tam dominantlıqdır, tam. Tam. Böyük ya, böyük ya nə rəngdə olacaq? Sarı rəng. Qırmızı. Yox, belə götürdüm da, qırmızı ağ götürdüm. Bəli. Böyük ya, kiçik ya nə rəngdə olacaq? Çəhrayı rəng. Yox, axı tam dominantlıqdır. Tam dominantlıqda, bu da qırmızı. Qırmızı. Bəs kiçik ya ağ olacaq. Bəli, ağ. Yaxşı, fenotip sayı neçə dənə oldu burada? Fenotip sayı 3. Niyə 3 dənə? Qırmızı, ağ. 2 dənə. 2 dənə. Bəs fenotipə görə parçalanma necə olacaq? 2-yə, 2-nin 1-ə. Niyə müəllimə? Baxın, 3 dənə qırmızı, 1 dənə ağ. 3-ün 1-ə nisbəti. Bəli. Genotip sayı neçə dənədir? Genotip sayıda 1-in 2-yə, 2-nin 1-ə. Yəni 3 dənə. Say deyəndə 3 dənə. Bir dənə böyüyə, kiçiyə. Genotipə görə parçalanma nisbəti, bəli, 1-in 2-yə, 2-nin də 1-ə nisbəti. Yəni, baxın, bir dənə böyüyə, 2 dənə böyüyə, kiçiyə, bir dənə kiçiyə. Fenotip də burada 3 dənə qırmızı, bir dənə ağ rəngi olacaq. Bəli, bu oldu monohibrid çarpazlaşma, tam dominantlıq. İndi buna baxaq. Monohibrid çarpazlaşma, qeyri-tam dominantlıq. Siz bağlayın müəllimə mikrofonu. Adilə müəllimə, buradasınız. Deyək ki, monohibrid çarpazlaşmadır. Qeyri-tam dominantlıq şəraitidir. Ağı götürək qırmızı, kiçik ağı da götürək ağ. Hansı müəllimə var burada? Mən cavab verirəm. Hə, Rəna müəllimə. Tam dominantlıq deyil, indi qeyri-tam dominantlıqdır. Monohibrid çarpazlaşmada qeyri-tam dominantlıqdır. Böyük ya qırmızıdır, kiçik ya ağdır. Nə alınar burada deməli? Böyük ya, kiçik ya, kiçik, 1, 2, kiçik ya. Ay sağ olun. Bu nə rəng olacaq? Qırmızı. Qırmızı. Bəs böyük ya, kiçik ya? Səhrayı. Ay sağ, kiçik ya? Ağ. Fenotip sayı? Fenotip sayı 3. Ay sağ olun. Fenotipə görə parçalanma nisbəti? Fenotipə görə 1, 2, 1. Ay sağ olun. Genotip sayı? O da 1, 2, 1. Yəni 3 dənə genotipə görə parçalanma, bəli müəllim, düzdür. Deməli, bir dənə qırmızı, 2 dənə çəhrayı, bir dənə ağ. Bir dənə
böyük ya, böyük ya, 2 dənə böyük ya, kiçik ya, bir dənə kiçik ya, kiçik ya. Bəli. Demək, onda belə nəticə çıxdı ki, qeyri-tam dominantlıqda fenotip sayı genotip sayına nədir? Bərabərdir götürdük. Bəli. Ay sağ olun. Qeyri-tam dominantlıq şəraitində. Yaxşı müəllimə. İndi bilirsiniz nəyə baxaq? Dihibrid çarpazlaşmaya baxaq. Böyük A, kiçik A, böyük B, kiçik B-ni çarpazlaşdıraq. Böyük A, kiçik A, böyük B, kiçik B ilə. O birisi hansı müəllimə idi? Mən deyərəm deyən. Müəllimə hansı müəllimə idi bayaq ki? Mən idim. Hə, müəllimə siz deyin. Gəlin sizə baxaq. Deməli, böyük A, kiçik A, böyük B, kiçik B-ni çarpazlaşdıraq. Böyük A, kiçik A, böyük B, kiçik B ilə. Deyək ki, tam dominantlıqdır. Birinci hissəsi. Müəllimə. Birinci hissəsi olur. Demək, böyük ya, kiçik ya, böyük ya, böyük ya. Aha. Bir dənə. 2 dənə böyük ya, kiçik ya. Bir dənə kiçik A, kiçik A. Aha. Demək, aşağıda da yenəcək. Bir dənə böyük B, böyük B. 2 dənə böyük B, kiçik B. Bir dənə də kiçik B, kiçik Aysa, B. tam dominantlıqdır. İndi deyirəm, fenotip sayı. Demək, fenotip sayına görə olur. 3-ün 1-ə, o da 3-ün 1-ə. Yox, say başqadır, nisbət başqadır. Bax, burada neçə dənə, məsəl üçün, götürək, böyük yanı götürək sarı, kiçik yanı götürək yaşıl, böyük B-ni götürək hamar, kiçik B-ni götürək qırışıq. Burada sarı, bu nə olacaq? Yaşıl. Hamar, qırışıq. 1. Yox, neçə fenotipin sayı, neçə fenotip olacaq? 4 fenotip. Bəli. Bilirsiniz niyə? 2 fenotip burada, 2 fenotip burada. Vururuq 4. Bəs fenotipə görə parçalanma nisbəti? Parçalanma nisbəti olandır. Demək, olur. 1. Yox, müəllimə. Tam dominantlıqdır. Baxın, tam dominantlıq şəraitində fenotipə görə. 2-yə, 2-nin 1-ə. Yox, gəlin bax belə eləyək. Bax burada bunu götürün bir dənə. Bax bir dənə burada neçə idi müəllimə? Bayaq monohibrid çarpazlaşmada nə yazmışdıq? 3-ün 1-ə nisbəti. Düzdür? 3-ün 1-ə, o da 3-ün 1-ə. Aşağıdakı da eyni şeydir də, o da 3-ün 1-ə nisbəti. Onda vuraq bir-birinə. Burada da eləyir 9-un 3-ə, 3-ün 3-ə, onda 1-ə nisbəti. 3-ün 3-ə, onu da 1-ə. Ay sağ olun, bu cür. Bu tam dominantlıqda. İndi gəlin genotip sayına və genotipə görə parçalanma nisbətinə baxaq. Neçə genotip var burada? Gəlin baxaq bura. Baxın, bir dənə böyük ya, böyük ya. Genotip var. Bəli, böyük ya, böyük A. 3 genotip. Kiçik, 3 dənə. Burada neçə 3-ü də dənədir? aşağıdadır. Ay sağ olun. Cəmi neçə oldu? 3 vur 3. 9 dənə. 9 dənə. İndi genotipə görə parçalanma nisbəti. Burada nə cür götürürdük? 1-in 2-yə. Demək, 1-in 2-yə, 2-nin 1-ə. Bəli. Eyni şeyi burada yaza bilərikmi? Bəli, 1-in Ay 2-yə, sağ ol. 2-nin 1-ə. Baxın, monohibridi biləndən sonra o biri rahatdır. İndi di deyir. Dihibrid, yəni 2 dənə. Yəni yazacaq 1-in 2-yə, 2-nin 1-ə nisbətinin, 1-in 2-yə, 2-nin 1-ə nisbəti. 2-nin 1-ə nisbəti. Aha. Onu da vururuq. Demək, 1-in 2-yə, demək, 1 vur 1, 1 vur 2, 4. Yox. Elə bilin ki, belə. 2 vur 2, Yəni 4, səliqənlə 2 vur düzəndə 1, 2. Aha. Onda 1-ə nisbətinə. bir dənə 4-ün, 4 dənə 2. 4 olur, 4 dənə 2 olur, 4 dənə də 1 Ay olur. sağ olun, bəli. Bu formada. Bu tam dominantlıqdır. Tam dominantlıq şəraiti. Yaxşı müəllimə, siz bağlayın mikrofonu. Digər müəllimə mikrofonu açın sizdə, bayaq dediyəm müəllimə. Kim idi bayaq səsi gəldi müəllimənin? Müəllimə, mən başlayayım. Hə, buyurun müəllimə. Baxın, bir əlamətə görə qeyri-tam dominantlığa gəlin baxaq. Bir əlamətə görə qeyri-tam dominantlıq deyərsə, onda gəlin alınanları yazaq əvvəl. Böyük ya, kiçik yanı, böyük ya, kiçik yanla çarpazlaşdıraq. Nə alınır? A, 1 A, böyük A, kiçik A. Sonra böyük B, kiçik B. Yox. Hələ bunu qutaraq. A, bəli. Sonra bura keçək. Aha. Bəli, B. 2 böyük B, kiçik B. 1 B. Ay sağ olun. Bunu bildik. İndi deyirəm ki, müəllimə, bir əlamətə görə qeyri-tam dominantlıq mövcuddur. Yəni tutaq ki, bu qırmızıdır, bu cəhrayidir, bu ağdır. Amma ikinci əlamətə görə tam dominantlıq var. İridir, bu da kiçikdir. Burada tam dominantlıq mövcuddur. İndi siz mənə deyin, burada neçə fenotip alınır siz bilən? 6.
Ay sağ olun. Bəli. Necə tapdıq? Baxın. 3 fenotip burada, ikisi burada. 3 vur 2 6. Bəs fenotipə görə parçalanma nisbəti baxın burada necədir? Bir dənə qırmızı, 2 dənə çəhrayı, bir dənə ağ. 1-in 2, 2-nin 1-ə nisbəti. 1-in 2-yə, 2-nin 1-ə vurulsun. Burada neçədir? 3 dənə iri, bir dənə kiçik. 3-ün 1-ə nisbətinə. Bunu da bir-birinə vursaq, mötərizənin içini bir-birinə vursaq, alınır bir dənə 6, 2 dənə 3, bir dənə 2, 2 dənə də 1. Bu cür. Bəs genotip sayı və genotipə görə parçalanma nisbəti? Baxın müəllimə, burada neçə dənə genotip var? Genotipə görə 9 dənədir müəllimə. Yox, burada, bunun birində, bax burada. 3 dənə, bəli, 3-ü də burada. 3 dəfə 3 nə eləyəcək? 9. Bəs genotipə görə parçalanma nisbəti burada 1-in 2-yə, 2-nin 1-ə, burada da 1-in 2-yə, 2-nin 1-ə. Özə demişdim ki, bu heç birində dəyişmir. 4-ün neçədən 2-yə? 4. 3 dənə 2. Yox, 4 dənə 2. 4 dənə də 1-ə nisbəti. Bildiniz müəllimlər, bu 4, bu 2-lər, bu 1-lər hardan alındısa? Bəli, bəli. Ay sağ. Yəni vurduq da, bax bura baxın. 1-in 2-yə, 2-nin 1-ə nisbətini vurduq. 1-in 2-yə, 2-nin 1-ə nisbətinə. Hamısını bir-birinə vurursunuz. Baxın, tutaq ki, bu 1-i vururuq bu 1-ə. 1. Sonra bu 1-i vururuq bu 2-yə. 2. Bu 1-i vururuq bu 1-ə. 1. Keçirəm indi ikincisinə. Baxın, indi buna keçirəm. 2-ni vururam bu 3-ünə də. 2-ni 1-ə 2, 2-ni 2-yə 4, 2-ni 1-ə 1. İndi keçirəm buna. Baxın, buna. 1-i vururam o 3-ünə də. 1-i 1-ə 1, 1-i 2-yə 2, 1-i 1-ə 1. İndi baxın, bir dənə 4. Baxın, 4 dənə 2. 2-nin hamısı birini yazmırıq, niyəsə. 2-nin birini yazmamışıq. Baxaq. Bax, bu 1-i vurduq 1-ə 1, 1-i vurduq 2-yə 2, 2-ni, hə, bu 1. Burada 2-ni 1-ə 2, 2-ni 2-yə 4, 2-ni 1-ə 2-ni 1-ə 2, hə, deyə burada idi, müəllimə. Bunu səhv yazmışıq. 2-ni 1-ə vurub 1 yazmışdım. Bax, bir dənə 4, 4 dənə 2, baxın, 4 dənə də 1. Bax, belə olub alınır bu. Yaxşı, sonuncunu da bir dənə soruşaq, sonuncunu da müəllimə deyin. Böyük ya kiçik ya, böyük B, kiçik B-ni çarpazlaşdıraq böyük ya kiçik ya, böyük B, kiçik B ilə. İndi nə soruşur? Hər iki əlamətinə görə qeyri-tam dominatlıq mövcuddur. Bircə alınanları deyin yazın, məsəl üçün. Böyük ya kiçik yanı, böyük ya kiçik yanı. Böyük A, kiçik A. Böyük A, böyük A. Böyük A, kiçik A. A, A. Bəli. Bəli. Böyük B, Sonra kiçik böyük B-nin. B, kiçik B. Böyük B, böyük B. 2 böyük B, kiçik B. 1 kiçik B, kiçik B. Ay sağ olun, bəli. İndi baxın müəllimə nə deyirəm? Bax deyirəm ki, hər iki əlamətə görə natamam dominantlıqdır. Hər ikisi natamamdır. Onda belə götürəcəyik. Məsəl üçün bu olacaq qırmızı, bu olacaq çəhrayı, bu olacaq ağ. Bu olacaq iri, bu olacaq orta, bu olacaq kiçik. Çünki görürsünüz orta da var, çəhrayı var. Hər ikisi də qeyri-tam dominantdır. İndi siz mənə deyin, burada birincidə neçə fenotip var? Bax, bu birincidə neçə fenotip oldu? 3. 3. Bəs bunda? Bunda da 3. 3. 3'ü 3'e vurduq, 9 fenotip. 9. İndi gəlin fenotipə görə parçalanma nisbətinə baxaq. Məsəl üçün, birincidə nə qədərdir parçalanma nisbəti? 1'in 2'ye, 2'nin de 1'e. Ay, sağ olun. Bəs ikincidə nə qədərdir? Ben o da hepsini. Ay, sağ. Bayaq vurduq 1-in 2-yə, 2-nin 1'ə, ikisini bir-birinə vuranda nə alındı? Bir dənə 4'ün. Bəli. 2'ye, 2'ye, bir de 2. 4 dənə 2-yə, onda 4 dənə 1-ə nisbəti. Bəli. İndi gəlin baxaq genotip sayına, bir də genotipə görə parçalanma nisbətinə. Gəlin baxaq, burada neçə genotip olar siz bilən? Bax burada. 9. Məndə genotip var da. Yenə, bəli, 3 genotip burada, 3 genotip burada. Cəmi neçə genotip? 9. Genotipə görə parçalanma nisbətində eyni götürə bilərikmi? Yenə bir dənə böyük ya, 2, 1. Yenə eyni şey. Deməli, yenə onda 4-ün 4 dənə 2-yə nisbəti, onun da 4 dənə 1-ə nisbəti. Bəli. Deməli, gördünüz? Bəli, gördünüz, hər iki əlamətə görə qeyri-tam dominantlıqda fenotip sayı, genotip sayı, fenotipə görə parçalanma nisbəti, genotipə görə parçalanma nisbəti eynidir. Amma bizə... Siz Allah dərsin birini belə keçərik mi? Necə?
Siz Allah dərsimizin birin bax belə məsələləri həll eləməklə keçir. Bəli, bəli müəllimə, onsuz da sual-cavabda olasıdır, bəli. O qədər sual-cavab eləyəcək, bunları o qədər işləyəcək ki, artıq əzbərləyəcəksiniz, narahat olmayın. İndi qoy ilişikli irsiyyəti də keçim, sonra saxlayacağım, sual-cavab eləyəcəm bunlardan, sonra ardını keçəcəm. Çünki genetika böyük bölmədir də, ardı da var hələ. Mən də qarışıqdır. Bəli, ilişikli irsiyyəti keçim, həftənin bazar günü ilişikli irsiyyəti də keçim. Ondan sonra həftənin ikinci günü sual-cavab eləyəcəm. Ondan sonra ardını keçəcəm. Yəni hamısını bir yerdə keçməyək ki, qarışdırmayaq. Hə. Anlayacağım. Sağ olun müəllimlər, sizin də can. Müəllimlər, bax bu da mövzunu burada